11-ci fəsil. Keşiş gələndə hava artıq qaralmışdı. Şorba gətirdilər. Sonra nimçələri yığışdırdılar. Mən isə uzanaraq çarpayı cərgələrinə və pəncərədən xəfif axşam küləyinin təsiri ilə tərpənən ağacların təpəsinə baxırdım. Pəncərədən külək içəri dolurdu və gecə yaxınlaşdıqca hava daha da sərinləşirdi. Milçəklər indi tavana və naqildən asılmış elektrik lampalarına yapışmışdı. İşığı ancaq gecə xəstə gətirəndə və ya palatada bir iş görəndə yandırırdılar. Toran qovuşandan sonra dərhal qaranlıq düşməsi və səhərə qədər qaranlıq olması məndə elə təsir yaradırdı ki, mən yenə balaca olmuşam. Bu ona oxşayırdı ki, şam edən kimi səni yatmağa uzadırlar. Çapar çarpayıların arasında keçib dayandı. Yanında kimsə vardı. Bu keşiş idi. Qarayanız, balaca boy və utancaq keşiş qarşımda dayanmışdı. Özünüzü necə hiss edirsiniz? Soruşdu. Yatağın yanında yerə nəyəsə qoydu. Yaxşıyam müqəddəs ata. O, Rinaldi üçün gətirilmiş stulda əyləşdi və pərt halda pəncərəyə baxdı. Mən gördüm ki, onun çox yorğun görkəmi var. Mən ancaq bir dəqiqəliyə gəlmişəm, dedi. Artıq gecdir. Hələ gec deyil. Bizdə nə var? O gülümsündü. Əvvəlki kimi yenə məni lağa qoyurlar. Onun səsində bir yorğunluq var idi. Allaha şükür, hamı sağ-salamatdır. Çox şadam ki, bu cür qurtarmısınız, o dedi. Sizi çox ağrıtmır ki? O çox yorğun görünürdü və mən onu yorğun görməyə adət etməmişdim. İndi daha çox. Stol arxasında sizsiz çox darıxıram. Mən özüm də tez qayıtmaq istərdim. Sizinlə söhbət etmək mənim üçün həmişə xoşdur. Mən sizə bəzi şeylər gətirmişəm, o dedi. O şeyləri döşəmədən qaldırdı. Bu mığmığa torudur. Bu da bir şüşə vermut. Siz vermut xoşlayırsınız. Bu da İngilis qəzetləri. Xahiş edirəm, bunları açın. O sevindi və banderolları açmağa başladı. Mən mığmığa torunu əlimə götürdüm. O vermutu qaldırdı ki, mənə göstərsin. Sonra isə yatağın yanındakı stolun üstünə qoydu. Mən paçkadan bir qəzet götürdüm. Qəzeti elə çevirdim ki, pəncərədən üstünə zəif işıq düşsün. Sonra başlığını oxuya bildim. Bu News of World idi. Qalanları şəkilli vərəqlərdir, dedi. Bunları böyük məmnuniyyətlə oxuyaram. Bunları hardan tapmısınız? Bunlardan ötürü Mesitreyə adam göndərmişdim. Mən yenə də taparam. Lütf edib yanıma gəldiyinizə görə sizə təşəkkür edirəm, müqəddəs ata. Bir stəkan vermut içərsənmi? Təşəkkür edirəm, lazım deyil, bu sizin üçündür. Yox, bir stəkan için. Hə, yaxşı. Gələn dəfə sizə yenə gətirərəm. Çapar stəkan gətirdi və butulkanın ağzını açdı. Probka ovulduğundan bir parçasını şüşənin içinə salmalı olduq. Mən gördüm ki, bu keşişi məyus etdi, lakin o dedi, hə, eyb etməz, zərər yoxdur. Sizin sağlığınıza, müqəddəs ata, sizin sağlığınıza. Sonra o stəkanı əlində tutdu. Biz bir-birimizə baxdıq. Arabir səmimi söhbət etməyə çalışdıqsa da, bu gün nə isə tutmurdu. Sizə nə olub, müqəddəs ata? Siz çox yorğun görünürsünüz. Mən yorulmuşam, ancaq mənim buna haqqım yoxdur. Bu istidəndir. Xeyr, indiki hələ bahardır. Ürəyim sıxılır. Müharibə zəhlənizi töküb? Xeyr, amma mən müharibəyə nifrət edirəm. Mən özüm də ondan bir zövq duymuram, dedim. O başını tərpədib pəncərəyə baxdı. Müharibə sizə mane olmur. Siz onu görmürsünüz. Bağışlayın. Mən bilirəm ki, siz yaralısınız. Təsadüf özündədir. Hər halda, hətta yaralı olsanız da siz onu görmürsünüz. Mən buna əminəm. Mən özüm də onu görmürəm. Ancaq mən onu biraz hiss edirəm. Mən yaralanarkən biz elə müharibədən danışırdıq. Passini danışırdı. Keşiş stəkanı yerə qoydu. O neysə başqa şey haqqında düşünürdü. Keşiş, mən onları başa düşürəm. Çünki mən özüm də onlar kimiyəm, dedi. Ancaq siz tamam başqasınız. Əslində isə mən də onlar kimiyəm. Zabitlər heç bir şey görmürlər. Hamısı yox, çox həssasları da var. Onlar üçün bizdən də pisdir. Belələr azdır. Burada məsələ təhsildə və pulda deyil. Burada neysə başqa şey var. Passini kimi adamlar hətta təhsili və pulu olsa belə zabit olmaq istəməzlər. Mən zabit olmaq istəməzdim. Öz rütbənizə görə siz onsuz da zabitsiniz. Mən də zabitam. Xeyr, eyni şey deyil. Siz hələ heç İtalyan da deyilsiniz. Siz xarici təbəəsiz.
Amma siz zabitlərə, əsgərlərdən daha yaxınsınız. Bəs fərqi nədir? İzah etmək mənim üçün çətindir. Elə adamlar var ki, vuruşmaq istəyirlər. Bizim ölkədə belələri çoxdur. Başqa adamlar da var ki, onlar vuruşmaq istəmirlər. Ancaq vuruşmaq istəyənlər onları məcbur edirlər. Bəli, mən isə buna kömək edirəm. Siz əcnəbisiz, siz vətənpərvərsiz. Bəs vuruşmaq istəməyənlər? Onlar müharibəyə mane ola bilərmi? Bilmirəm. O yenə pəncərəyə baxdı. Mən onun üzünün ifadəsinə fikir verirdim. Onlar nə vaxt mane ola biliblər ki? Onlar mütəşəkkil deyirlər, buna görə də heç bir şeyə mane ola bilməzlər. Mütəşəkkil olanda isə rəhbərləri onları satır. Deməli buna ümid yoxdur. Ümidsiz heç bir şey yoxdur. Lakin elə olur ki, ümid edə bilmirəm. Mən həmişə çalışıram ki, ümid bəsləyim, lakin elə olur ki, bacarmıram. Axır ki, müharibə bir vaxt qurtaracaq. Ümid edirəm ki, hə. Onda siz nə edəcəksiniz? Əgər mümkün olsa, Abrutsiyaya qayıdacağam. Onun qarayanı sifəti birdən-birə sevinclə parladı. Siz Abrutsiyunu sevirsiniz? Bəli, çox sevirəm. Onda ora gedin. Bu böyük xoşbəxtlik olardı. Orada yaşamaq və Allahı sevərək ona xidmət etmək. Mən həm də hörmət qazanmaq dedim. Bəli, həm də hörmət qazanmaq. Necə ki? Heç. Bunun üçün sizin bütün əsasınız var. İş bunda deyil. Orada mənim vətənimdə insanın Allahı sevə bilməsi təbii hal hesab olunur. Bu iyrənc bir hoqqabazlıq deyil. Başa düşürəm. O mənə baxıb gülümsədi. Siz başa düşürsünüz, amma siz Allahı sevmirsiniz. Yox, heç sevmirsiniz, o soruşdu. Gecələr bəzən ondan qorxuram. Yaxşı olardı ki, ona sevəydiniz. Mən çox az adam sevirəm. Yox, dedi. Düz deyil. Sizin mənə danışdığınız o gecələr, bu məhəbbət deyil, bu ancaq şəhvət və ehtirasdır. Sevdiyin zaman sevgi naminə nəsə etmək istərsən, özünü qurban vermək istərsən, xidmət etmək istəyirsən. Mən heç kəsi sevmirəm. Siz sevəcəksiniz. Mən bilirəm ki, sevəcəksiniz. Onda siz xoşbəxt olacaqsınız. Mən onsuz da xoşbəxtəm, həmişə xoşbəxtəm. Bu başqa şeydir. Siz özünüz bu hissi keçirməsəz, başa düşməzsiniz ki, bu nədir? Yaxşı, dedim. Əgər bir vaxt başa düşsəm, sizə söylərəm. Mən yanınızda lap çox oturdum və çox uzatdım. O ürəkdən narahat oldu. Yox, getməyin. Bəs qadına olan məhəbbət? Əgər mən doğrudan da qadın sevsəydim, onda da belə olardı. Onu bilmirəm. Mən heç bir qadını sevməmişəm. Bəs öz ananızı? Bəli, anam görünür, sevmişəm. Siz Allahı həmişə sevirsiniz? Lap uşaqlıqdan. Belə dedim. Bilmirdim nə söyləyim. Siz hələ çox cavansınız. Mən cavanam dedi, amma siz mənə müqəddəs ata deyirsiniz. Bu nəzakət üçündür. O gülümsündü, doğrudan. Mən getməliyəm, dedi. Mənə dair bir qulluğunuz yoxdur ki, o ümidlə soruşdu. Xeyr, ancaq sizinlə danışmaq istəyirəm. Mən bizimkilərin hamısına sizdən salam söyləyəcəyəm. Hədiyyələr üçün sağ olun, dəyməz. Yenə gəlin yanıma. Gələrəm, xudafiz. O əlini əlimə döydü. Əlvida, mən yeli şivə ilə dedim. Ciao, o təkrar etdi. Otaq qaranlıq idi və bütün vaxtı yatağın aşağısında oturan çapar ayağa durub onu ötürməyə getdi. Keşiş mənim çox xoşuma gəlirdi və mən ona bir vaxt Abrutsiyaya qayıtmağı arzulayırdım. Zabitlər yeməkxanasında onun gününü qara eləyirdilər. O da bunu çox mehribanlıqla dözürdü. Amma mən fikirləşirdim ki, görəsən o öz vətənində necə davranar. O söyləyirdi ki, Kaprakdodada şəhərin lap yaxınlığındakı çayda alabalıq olur. Gecələr fleyta çalmaq qadağandır. Cavan oğlanlar serenada oxuyurlar, ancaq fleyta çalmaq qadağan olunmuşdur. Mən soruşdum ki, nə üçün? Çünki qızların gecələr fleytanı dinləməsi zərərlidir. Kəndlilər sizi don deyə çağırır və rastınıza çıxanda şilyapalarını çıxardırlar. Onun atası hər gün ova çıxır, nahar eləmək üçün kəndlilərin daxmasına gedir. Orada bunu şərəf hesab edirlər. Ov etmək üçün əcnəbi icazə almaq istəsə, bu vaxt o heç vaxt həbsə düşmədiyi barədə vəsiqə təqdim etməlidir. Gran Sasso de İtaliyada ayı da olur. Amma ora çox uzaqdır. Aquila gözəl şəhərdir. Yayda axşamlar sərin olur. Abruzzinin baharı isə İtaliyanın hər yerindən gözəl olur. Lakin hamısından yaxşısı payızdır. Bu vaxt şabalıd meşəliyində ov etmək olar. Quşların səsi yaxşı olur, çünki üzüm yeyir.
Heç vaxt özünlə səhər yeməyi götürmək də lazım deyil. Əgər kəndlilər ilə birlikdə onların evində yemək yesən, onlar bunu şərəf hesab edirlər. Biraz sonra mən yuxuya getdim. 12-ci fəsil. Palat uzun idi. Sağ divarında pəncərələri vardı. Küncdəki qapısı isə sarğı otağına gedirdi. Bir cərgə çarpayı mənim çarpayımla birlikdə divar boyunca üzbəüz qoyulmuşdu. O biri cərgə isə pəncərələrin altında, divarla üzbəüz idi. Sol böyrüm üstə uzanaraq sarğı otağının qapısını görürdüm. O başda daha bir qapı var idi. Oraya hərdən adamlar girirdilər. Birisi can verməyə başlayanda onun çarpayısının qabağına şirma ilə elə kəsirdilər ki, onun necə öldüyünü heç kəs görməsin. Şirmanın altına həkimlərin və sanitarların ancaq ayaqqabıları və dolaqları görünürdü. Bəzən isə axırda pıçıltı eşidilirdi. Sonra şirmanın dalından keşiş çıxırdı. Bu vaxt sanitar yenə şirmanın arxasına keçir və başını ədyal çəkilmiş ölən adamı oradan çıxararaq çarpayıların arasındakı yol ilə aparırdılar. Bir nəfər də şirmanı qatlayaraq götürüb aparırdı. Palat həkimi o gün səhər məndən soruşdu ki, sabah yola düşmək üçün gücüm çatarmı? Mən dedim ki, bəli. O dedi ki, onda məni səhər tezdən yola salacaqlar. Həkim dedi ki, bəlkə isti düşməmiş getməyim daha yaxşıdır. Sarğı otağına aparmaq üçün çarpaydan qaldıranda pəncərədən baxarkən bağdakı yeni qəbirləri görmək olurdu. Orada bağa çıxan qapıda bir əsgər oturub xaç düzəldirdi və bunların üstünə bağda dəfn olunanların adlarını, rütbələrini və polklarını adını yazırdı. O həmçinin yaralıların tapşırıqlarını yerinə yetirirdi və boş vaxtında Avstriya tüfənginin boş patronundan mənim üçün alışqan düzəltmişdi. Həkimlər çox mehriban idilər və çox təcrübəli təsir bağışlayırdılar. Onlar məni mütləq Milana göndərmək istəyirdilər. Hücum başlanana kimi bütün çarpayları boşaltmaq üçün bizim hamımızı çıxardıb arxaya göndərməyə tələsirdilər. Səhra hospitalından çıxıb gedəcəyim gün ərəfəsində axşam Rinaldi gəldi və bizim baş həkim də onunla birlikdə idi. Onlar dedilər ki, məni Milana, yenicə açılmış Amerika hospitalına göndərirlər. Amerikadan bir neçə sanitar dəstəsinin gələcəyini gözlənirdi. Bu hospital onlara və İtalyan ordusundakı bütün digər Amerikanlara xidmət etməli idi. Qırmızı xaç cəmiyyətində onlar çox idilər. Birləşmiş Ştatlar Almaniyaya müharibə elan etmişdi, lakin Avstriya elan etməmişdi. İtalyanlar əmin idilər ki, Amerika Avstriyaya müharibə elan edəcək və buna görə də qırmızı xaç cəmiyyətinin adi qulluqçuları olan Amerikanlıların gəlişinə bu cür sevinirdilər. Məndən soruşdular ki, mən necə bilirəm, Prezident Wilson Avstriyaya müharibə elan edərmi? Mən də dedim ki, bu yaxın günlərin məsələsidir. Mən bilmirdim ki, bizim Avstriyaya qarşı nə iddiamız ola bilər. Ancaq məntiqi olaraq mənə elə gəlirdi ki, madam Almaniyaya müharibə elan ediblər, deməli Avstriyada elan edərlər. Məndən soruşdular ki, Türkiyə müharibə elan edəcəkmi? Mən dedim, bəli, ehtimal ki, biz Türkiyəyə müharibə elan edəcəyik. Bəs Bolqaristana? Biz artıq bir neçə stəkan konyak içmişdik və mən belə dedim, bəli, lənət şeytana. Elə Bolqaristana da, Yaponiyaya da. Onlar dedilər ki, necə ola bilər ki, Yaponiyaya İngiltərənin müttəfiqidir? Fərqi yoxdur. Bu murdar ingilislərə etibar etmək olmaz. Mən dedim ki, Yaponlar Havay adalarını istəyirlər. Bəs bu Havay adaları hardadır? Sakit okeanda. Bəs Yaponlar bu adaları nə üçün istəyirlər? Mən dedim ki, onlar bu adaları qətiyyən istəmirlər. Bunların hamısı boş söhbətdir. Yaponlar kiçik, gözəl xalqdır. Rəqs etməyi və yüngül şərabı sevirlər. Mayor dedi ki, lap fransızlar kimi. Biz Nitsanı və Savoyanı fransızların əlindən alacağıq. Rinaldi dedi ki, Korsikanı da, Adriatik sahilini də alacağıq. Mayor dedi ki, Romanın əzəməti İtaliyaya qayıdacaqdır. Mən dedim ki, Roma mənim xoşuma gəlmir. Ora istidir və biri ilə doludur. Mayor dedi ki, Roma sizin xoşunuza gəlmir? Yox, mən Romanı sevirəm. Roma xalqları anasıdır. Romulun Tibri necə əmdiyini heç vaxt unutmayacağam. Nə? Heç nə. Hamımız Romaya gedək. Bu axşam Romaya yola düşək və bir daha qayıtmayaq. Mayor dedi ki, Roma gözəl şəhərdir. Mən dedim ki, xalqların atası və anasıdır. Rinaldi dedi ki, Roma qadın cinsindədir. Roma ata ola bilməz. Onda bəs ata kimdir? Müqəddəs ruh? Küfür danışmayın. Mən küfür danışmıram.
Mən izahat istəyirəm. Siz sərxoşsunuz, baby. Məni kim içirib? Mayor dedi ki, sizi mən içirmişəm. Sizi mən ona görə içirmişəm ki, sizi sevirəm. Ona görə ki, Amerikada müharibəyə başlayıb. Daha yer yoxdur, dedim. Rinaldi dedi ki, baby, sabah səhər siz gedirsiniz. Dedim ki, Romaya. Mayor dedi ki, yox, Milana. Crystal Palace'a, Kovaya, Campari'ya, Biffi'ya, Galeriya, Bəxtəvər, Grand İtaliyaya, dedim. Orada George'dan borc alaram. Rinaldi dedi ki, La Scala'ya, siz La Scala'ya gedirsiniz. Hər axşam, dedim. Mayor dedi ki, hər axşam getməyə pulunuz çatmaz. Biletlər çox bahadır. Dedim ki, öz babamın adını adsız çek yazaram. Neçə ki, adsız çek. O bunu ödəməlidir. Ya da məni həbs edərlər. Mr. Cunningham bankda bunu mənim üçün düzəldər. Mən adsız çeklər hesabına yaşayaram. Heç ola bilər ki, baba İtalyanın xilas edilməsi uğrunda ölməyə hazır olan vətənpərvər nəvəsini həbsxanaya göndərsin? Rinaldi, yaşasın Amerikalı Garibaldi, dedi. Yaşasın adsız çeklər, dedim. Mayor dedi ki, səs-küy salmaq lazım deyil. Bir neçə dəfə bizdən xahiş etdilər ki, səs-küy salmayaq. Siz sabah gedirsiniz, Federico? Bəli, bəli, dedi mayor. Mən bilirəm ki, o Amerika hospitalına gedir, söylədi. Gözəl şəfqət bacılarının yanına. Onlar səhra xəstəxanasındakı şaqqalı xəstə baxıcıları deyirlər. Bəli, bəli, dedi mayor. Mən bilirəm ki, o Amerika hospitalına gedir. Mən dedim ki, saqqal mənə mane olmur. Kim saqqal uzatmaq istəyirsə, sağlığına qismət olsun. Niyə siz saqqal uzatmamışsınız, Signor Maggiore? Əleyhqaza girməz. Girər, əleyhqaza hər şey girir. Bir dəfə mən əleyhqazın içinə qustum, Rinaldi. Belə gürültülü sözlərlə yox, baby dedi. Hamımız bilirik ki, siz cəbhədə olmusunuz. Ah, sizi əzizim, baby. Siz gedəndən sonra mən nə eləyəcəyəm? Mayor dedi ki, vaxtdır, yoxsa yersiz incəliklərə varırsınız. Qulaq asın, sizin üçün bir sürprizim var. Sizin İngilis qızı tanıyırsınız? Hər axşam İngilis hospitalının yanına getdiyiniz qızı, o da Milana gedir. O və bir başqa şəfqət bacısı Amerika hospitalında qulluq etməyə gedirlər. Amerikadan şəfqət bacıları hələ gəlməyiblər. Mən bugün onların reportoy rəisi ilə danışdım. Dəstə rəisi. Onların burada cəbhədə qadınları lap çoxdur. Qərara gəliblər ki, bir hissəsini arxaya göndərsinlər. Xoşunuza gəlmir, baby? Necədir, hə? Böyük şəhərdə yaşayacaqsınız və öz İngilis qızınızla dilxoşluq edəcəksiniz. Nə üçün mən yaralı deyiləm? Sizə də növbə çatar, dedim. Mayor dedi ki, biz getməliyik. Biz içib səs-küy salırıq və Federiconu narahat edirik. Getməyin. Yox, vaxtdır. Xudahafiz. Yaxşı yol. Xoş gəldiniz, Ciao, Ciao, Ciao. Tez qaydın, baby. Rinaldi məni öpdü. Sizdən Lizoli gəlir. Xudahafiz, baby. Xudahafiz. Xoş gəldiniz. Mayor əlini kürəyimə vurdu. Onlar ayaqlarının ucunda çıxdılar. Hiss etdim ki, lap sərxoşam. Amma yuxuya getdim. O biri gün səhər biz Milana yola düşdük və düz 2 gündən sonra yerimizə çatdıq. Yol getmək yaman idi. Mestirəyə çatmamış ehtiyat yolunda çox dayanmalı olduq və bu vaxt uşaqlar yanaşıb pəncərələrdən içəri baxırdılar. Uşaqlardan biri də dilə tutub bir şişə konyak dalınca göndərdim. Lakin o qayıdıb dedi ki, ancaq qrappa var. Mən ona tapşırdım ki, qrappa alsın. O şişəni gətirəndə dedim ki, pulun qalağını özünə götürsün və mən qonşumla içib sərxoş olduq. Ta Vicensiyaya qədər yatdıq. Orada uyanıb birbaşa döşəməyə qustum. Bunun əhəmiyyəti yoxdur, çünki qonşum məndən əvvəl bir neçə dəfə döşəməyə qusmuşdu. Sonra elə bildim ki, susuzluqdan lap öləcəyəm və Verondakı duracaqda qatarın qabağında vargil edən bir əskəri səslədim və o da mənə su gətirdi. Sonra mən qonşumu mənimlə içəri Jorjetini oyatdım və ona su təklif etdim. O dedi ki, suyu başına tökün və yenidən yatdı. Zəhməti üçün təklif etdiyim pulu əskər almaq istəmədi və gedib ətli bir portağal gətirdi. Mən portağalı soğurur və qabığını tüpürürdüm. Əskərin qonşu yoldakı yük vaqonunun qabağında vargil etməsinə baxırdım. Biraz sonra qatar dartınıb yerindən tərpəndi. 2-ci kitab 13-cü fəsil. Biz Milana səhər tezdən çatdıq və bizi yük stansiyasında düşürtdülər. Sanitar avtomobili məni Amerikan hospitalına apardı. Avtomobilin içində xərəyə uzanaraq hansı küçələr ilə getdiyimizi müəyyən edə bilmirdim. Amma xərəyə çıxardanda bazar meydanını və bir qızın zibili içəridən bayıra süpürdüyü qəlyanaltı dükanının açıq qapısını gördüm.
Küçəni sulayırdılar və səhərin nəfəsi duyulurdu. Sanitarlar xərəyi yerə qoyub evə girdilər. Sonra onlar qapıçı ilə qayıtdılar. Qapıçı çalbıq kişi idi. Başını baftalıb froşka qoymuşdu, ancaq əynində livreya yox idi. Xərək liftin kabinəsinə yerləşmirdi və buna görə onlar mübahisəyə başladılar. Məni xərəkdən götürüb liftə qaldırmaq yaxşıdır, yoxsa xərəkdə pilləkənlərlə aparmaq? Mən onların mübahisəsinə qulaq asırdım. Onlar qərara gəldilər ki, liftlə aparsınlar. Məni xərəkdən qaldırmağa başladılar. Yavaş, yavaş, dedim. Ehtiyatla. Köhnə darısqal idi və ayaqlarım büküləndə məni bərk ağrıtdı. Ayaqlarımı düzəldin, dedim. Olmaz, signor tenente, yer azdır. Bunu deyən adam bir əli ilə məni tutmuşdu. Mən isə onun boynundan yapışmışdım. Onun kəskin sarımsaq və qırmızı şərab iyi verən nəfəsi məni vurdu. Başqa sanitar, sən də biraz yavaş, dedi. Bəs mən yavaş eləmirəm, nədir? Sənə deyirlər yavaş. Başqası ayaqlarımdan tutan adam təkrar etdi. Mən kabinənin qapılarının necə bağlandığını, dəmir şəbəkənin necə çırpılıb örtüldüyünü gördüm. Qapıçı 4-cü mərtəbənin düyməsini bastı. Qapıçı narahat görünürdü. Liv yavaş-yavaş yuxarı qalxdı. Ağırdır. Mən sarımsaq iyi verən adamdan soruşdum. Eybi yoxdur, dedi. Onun üzünü tər bastı və o nıqqıldadı. Liv getdikcə yuxarı qalxırdı və nəhayət dayandı. Ayaqlarımdan yapışan adam qapını açıb çıxdı. Biz meydançaya çıxdıq. Meydançaya mis tutacağı olan bir neçə qapı açılırdı. Mənim ayaqlarımdan yapışan adam düyməni bastı. Biz qapının dalında zəngin necə cingildədiyini eşitdik. Heç kəs cavab vermədi. Sonra qapıçı pilləkən ilə qalxdı. Bəs bunlar hanı? Sanitarlar soruşdular. Bilmirəm, qapıçı cavab verdi. Onlar aşağıda yatırlar. Bir adam çağırın. Qapıçı zəngi vurdu, sonra qapını döydü, sonra qapını açıb içəri girdi. O geri qaydanda arxasınca çeşmək çıxmış qoca bir qadın gəlirdi. Saçları qırışmışdı və darayıb düzəltdiyi saçları dağılmışdı. Şəfqət bacısı formasında idi. O, mən başa düşmürəm, dedi. Mən İtalyanca başa düşmürəm. Mən ingiliscə danışaram, dedim. Məni bir yerə yerləşdirmək lazımdır. Bircə palatada hazır deyil. Biz hələ heç kəsi gözləmirdik. O saçlarını düzəltməyə çalışırdı və uzağı görməyən gözlərini qıyaraq mənə baxırdı. Bir yer göstərin ki, məni ora qoysunlar. Bilmirəm, dedi. Biz heç kəsi gözləmirdik. Mən sizi hara gəldi qoya bilmərəm. Hara olsa fərqi yoxdur, dedim. Sonra İtalyanca qapıçıya boş bir otaq tapın, dedim. Hamısı boşdur, qapıçı dedi. Siz burada birinci yaralısınız. O froşkasını əlində tutub qoca Şəfqət bacısına baxırdı. Allah xatirinə, məni bir yerə qoyun. Bükülmüş ayaqlarımda ağrı getdikcə şiddətlənirdi və mən ağrının sümüklərimə necə işlədiyini hiss edirdim. Qapıcı ağ saçlı Şəfqət bacısı ilə uzaqlaşdı və tez də qayıtdı. Ardımca gəlin, dedi. Məni uzun dəhlic ilə apardılar və pərdələri örtülü olan otağa gətirdilər. Buradan təzə mebeli gəlirdi. Divarın dibinə çarpayı qoyulmuşdu. Küncdə iri güzgülü şkaf var idi. Məni çarpaya qoydular. Mən döşəkağı verə bilməyəcəyəm, qadın dedi. Döşəyağılar bağlı yerdədir. Mən onunla danışmadım. Mənim cibimdə pul var. Qapıçıya dedim. Düyməsi bağlı olan cibimdə. Qapıçı pulları tapdı. Sanitarların hər ikisi şapkaları əlində yatağın yanında durmuşdu. Onların hərəsinə 5 lira verin və 5 lira da özünüzə götürün. Mənim kağızlarım o biri cibimdədir. Onları Şəfqət bacısına verə bilərsiniz. Sanitarlar hərbi qaydada salam verdilər və çox sağ olun, dedilər. Xudahafiz, dedim. Siz də çox sağ olun. Onlar bir də hərbi qaydada salam verib çıxdılar. Budur, Şəfqət bacısına dedim. Bu mənim vərəqəm, bu da xəstəlik tarixçam. Qadın kağızları alıb çeşməklə bunlara baxdı. Kağız 3 idi və bükülmüşdü. Bilmirəm, nə edim, dedi. Mən İtalyanca oxuya bilmirəm. Həkimin sərəncamı olmadan heç bir şey edə bilmərəm. O ağladı və kağızları önlüyünün cibinə soxdu. Siz Amerikansınız? Göz yaşı içində soruşdu. Bəli, zəhmət olmasa kağızları çarpayının yanındakı stolun üstünə qoyun. Otaq biraz qaranlıq və sərin idi. Çarpayıdakı şkafın güzgüsünü görürdüm. Amma güzgüdə nə əks olunduğunu görmürdüm. Qapıçı çarpayının ayağında dayanmışdı. Onun yaxşı siması vardı və mənə mehriban görünürdü. Siz gələ bilərsiniz, dedim. Siz də, Şəfqət bacısına müraciət etdim. Adınız nədir? Mrs. Uecker. Gedin, Mrs. Uecker. Çalışaram ki, yuxuya gedim. Mən otaqda tək qaldım. Bura sərin idi və xəstəxana qoxusu vermirdi.
Döşək bərk və rahat idi. Mən də tərpənmədən, az qala nəfəs almadan uzanmışdım. Sevinirdim ki, ağrı azalır. Biraz sonra su içmək istədim. Başımın üstündə armud şəkilli zəngi tapıb çaldım. Ancaq heç kəs gəlmədi. Mən yatdım. Oyanarkən ətrafa baxdım. Pəncərə taxtalarının arasından gün düşürdü. Mən böyük qardırob, boş divarları və 2 stul gördüm. Cikli tənzif içində olan ayaqlarım çarpayının üstündə ağac kimi dik durmuşdu. Çalışırdım ki, ayaqlarımı tərpətməyim. Mən su içmək istəyirdim. Əlimi zəngi uzatdım. Düyməni bastım. Mən qapının necə açıldığını eşitdim. Boylanaraq Şəfqət bacısını gördüm. Dünənkini yox, başqasını. O mənə cavan və qəşəng göründü. Sabahınız xeyir, dedim. Sabahınız xeyir, deyərək o çarpaya yanaşdı. Biz doktoru çağıra bilməmişik. O komaya gedib. Bu gün adam gətiriləcəyini bilmirdik. Sizə nə olub? Mən yaralıyam. Hər iki dizim və pəncələrim, başım da zədələnib. Adınız nədir? Henry. Frederick Henry. İndi sizi yuyunduraram. Ancaq doktor gələnə kimi sarğıya toxuna bilmərik. Bilmirsiniz, Miss Barkley burada deyir ki, xeyr, bizdə belə adam yoxdur. Məni gətirəndə ağlayan o qadın kim idi? Şəfqət bacısı güldü. O, Mrs. Waker'dir. O gecə növbə çəkərkən yatıb. O adam gətiriləcəyini bilmirmiş. Danışa-danışa o məni soyundurdu. Sarğıdan başqa əynimdən hər şeyi çıxarandan sonra məni çox asan və cəld yuyundurmağa başladı. Yuyunmaq məni gümrahlaşdırırdı. Başımı tənziflə sarmışdı. Lakin o tənzifin yanlarını bütün yudu. Harada yaralanmışsınız? İzonsoda, Klavadan şimalda. O haradadır? Qorsiyadan şimalda. Mən görürdüm ki, bu adlar ona heç bir şey demir. Bəlkə ağrıdır? O termometri ağzıma qoydu. Tanıyanlar qoltuğun altına qoyurlar, dedim. Danışmayın. O termometri çıxarıb temperatura baxdı və dərhal silkələdi. Temperatur neçədir? Bunu siz bilməməlisiniz. Deyin, neçədir? Demək olar ki, normaldır. Mənim temperaturum heç vaxt qalxmır. Axı ayaqlarım köhnə dəmirlə doludur. Necə yəni? Orada mina qəlpəsi, həm köhnə mıx, həm də döşək çayı, həm də cürbəcür zırzibil var. O başını tərpədib gülümsədi. Əgər sizin ayağınızda bircə yad cisim olsaydı, o intihab verərdi və sizin temperaturunuz qalxardı. Baxarıq, dedim, əməliyyat vaxtı görərik, nə çıxardacaqlar. O otaqdan çıxdı və gecə növbəsində olan yaşlı Şəfqət bacısı da qayıtdı. Məni qaldırmadan köməkləşib mənim üçün döşəkağı saldılar. Hospitalın müdiri kimdir? Mrs. Van Kempen. Burada nə qədər Şəfqət bacısı var? Ancaq biz ikimizik. Daha olmayacaq. Yəni gəlməlidirlər. Bəs nə vaxt? Bilmirəm. Xəstə hər şeylə belə maraqlanmamalıdır. Mən xəstə deyiləm, söylədim. Mən yaralıyam. Onlar yatağı düzəldib qurtardılar və indi mən təzə, təmiz döşəkağının üstündə uzanmışdım. Üstümə də belə bir döşəyağı salınmışdı. Mrs. Waker çıxdı və əlində pijama qayıtdı. Onlar pijamanı mənə geyindirdilər. Bundan sonra özümü geyinmiş və çox təmiz hiss etdim. Siz çox iltifatlısınız, dedim. Mrs. H. adlanan Şəfqət bacısı gülümsədi. Mənə bir stəkan su istərdim. Buyurun, sonra isə səhər yeməyi yemək olar. Mən yemək istəmirəm. Əgər mümkünsə, rica edərdim pəncərə taxtalarını açasınız. Otaq yarıqaranlıq idi. Pəncərə taxtalarını açanda parlaq gün işığı otağa doldu. Bu vaxt mən balkonu, onun arxasında isə damların kirəmidini, üstü bacalarını gördüm. Kirəmidli damların üstündən baxaraq ağ buludları, tünd mavi səmanı gördüm. Bilmirsiniz, o biri Şəfqət bacıları nə vaxt gələcəklər? Necə ki? Məgər siz bizim xidmətimizdən narazısınız? Siz çox iltifatlısınız. Bəlkə yerinizi biraz qaldıraydıq? Pis olmazdı. Onlar məni azca qaldırdılar və saxladılar, amma bunun bir mənası olmadı. Sonra mən uzanıb balkona açılan qapıya baxdım. Doktor nə vaxt gəlməlidir? Qayıdan kimi. Biz telefonla komaya zəng vurmuşuq, gəlsin. Məcər başqa həkim yoxdur. O bizim hospitalın həkimidir. Miss H. bir qrafin su və stəkan gətirdi. Mən 3 stəkan içdim. Sonra hər ikisi getdi. Mən də bir qədər pəncərəyə baxdım. Sonra yenə yatdım. İkincisi, səhər yeməyini yedim. Yeməkdən sonra isə müdir Miss Van Kampen yanıma gəldi. Mən onun xoşuna gəlmədim və o da mənim xoşuma gəlmədi. O, balaca boylu, hər xırda şeydən şübhələnən və lovğa bir qadın idi. O mənə çoxlu sual verdi. Görünür, İtalyan ordusunda qulluq etməyi demək olar rüsvayçılıq hesab edirdi. Nahar vaxtı şərab ala bilərəmmi? Soruşdum. Ancaq həkimin göstərişi ilə.
Onun gəlişindən kimi olmaz, heç cür. Siz güman edirsiniz ki, hər halda o gəlməlidir. Ona telefonla zəng vurublar. O getdi və Mrs. Hedge otağa qayıtdı. Mənə lazım olan şeyləri çox bacarıqla yerinə yetirdikdən sonra soruşdu. Siz Mrs. Van Kempin niyə acılamısınız? Mən acılamaq istəmirdim. Amma o burnunu çox yuxarı tutur. O dedi ki, siz çox doğtəbər və kobudsuz. Düz deyir, amma heç həkimsiz də hospital olar. O gəlməlidir. Ona telefonla komaya zəng vurublar. Bəs orada nə edir? Göldə çimir? Xeyr, orada klinikası var. Bəs niyə başqa həkim götürmürlər? Şşş, ağıllı olun, o tezliklə gələcək. Mən qapıçını çağırmağa xahiş etdim. O gələndə İtalyanca ona dedim ki, şərab dükanından mənə bir şüşə Cinsano və bir mətərə Qinyanti və bir də axşam qəzeti alsın. O getdi və qəzetə bükülmüş şüşələri gətirib gəldi. Qəzeti açdı və mənim xahişimlə probkalarını çıxarıb şüşələri çarpayının altına qoydu. Daha mənim yanıma heç kəs gəlmirdi. Yatağıma uzanıb qəzeti cəbhədən xəbərləri, həlak olmuş zabitlərin və onların aldıqları mükafatların siyahısını oxudum. Sonra əlimi aşağı aparıb Cinsano'nun butulkasını götürdüm. Şüşənin soyuq altını qarnımın üstünə qoydum. Az-az içdim və qurtumlar arasında yenə şüşəni qarnımın üstünə qoyurdum. Şüşənin altı qarnımın dərisində iz salırdı və şəhər damları üzərində səmanın getdikcə necə qaraldığına baxırdım. Damların üzəri ilə qaranquşlar və gecə qırğıları uçuşurdu və mən onların uçuşuna izləyirdim və Cinsano içirdim. Miss Hedge stəkanda mənə qoqul-moqul gətirdi. O içəri girəndə mən butulkanı çarpayının dalına itələdim. Miss Van Kempen tapşırdı ki, bura biraz xerez töküm, dedi. Onunla kobudluq eləmək lazım deyil. O artıq gənc deyil. Hospitalları idarə etmək isə məsuliyyət tələb edir. Mrs. Waker çox qocadır. Buna görə də onun köməyi çox az olur. O gözəl qadındır, dedim. Mənim adımdan ona təşəkkür edin. Bu saat sizə şam yeməyi gətirərəm. Lazım deyil, dedim. Mən ac deyiləm. O padnosu gətirib yatağın yanındakı balaca stolun üstünə qoydu. Ona təşəkkür edib biraz yedim. Sonra lap qaranlıq oldu. Buradan projektor işıqlarının göydə necə gəzdiyini görürdüm. Bir qədər onlara baxdım, sonra yatdım. Mən bəlkə yatmışdım. Lakin bir dəfə oyandım. Qorxudan tərçində idim. Sonra yenə yatdım. Çalışdım ki, indicə gördüyüm yuxunu görməyim. Mən yenə sübhə xeyli qalmış oyandım. Xoruzların necə banladığını eşitdim. İşıqlaşana kimi gözümə yuxu getmədən uzandım. Bu məni yordu və lap işıqlaşanda yenə yatdım. 14-cü fəsil. Mən oyananda gün otağı parlaq işığı qərq eləmişdi. Mənə elə gəldi ki, yenə cəbhədəyəm və mən yataqda ayaqlarımı uzatdım. Ayaqlarım ağrıdı və mən onlara baxdım. Çirkli təzyiqləri görəndə harada olduğum yadıma düşdü. Əlimi zəngə uzadıb düyməni bastım. Dəhlizdə zəngin necə cingildiyini və kiminsə altı rezin ayaqqabılarla dəhlizdən asta-asta keçdiyini eşitdim. Bu Miss Hedge idi. Günəşin parlaq işığında o daha yaşlı görünürdü və o qədər də gözəl değildi. Sabahınız xeyir, dedi. Hə, necə yatdınız? Yaxşı, təşəkkür edirəm, dedim. Bərbəri yanıma çağırtdırmaq olamazmı? Mən yanınıza gəlmişdim və siz bunu əlinizdə tutaraq yatmışdınız. O şkafat açdı və Cinsano butulkasını mənə göstərdi. Şüşə demək olar ki, boş idi. Mən çarpayın altındakı o biri butulkanı da ora qoymuşam, dedi. Niyə siz məndən stəkan istəmədiniz? Qorxdum ki, içməyə icazə verməyəsiniz. Mən özüm də sizinlə içərdim. Onda sizə afərin. Tək içmək sizə zərərdir. Miss Hedge dedi. Heç vaxt belə şey eləməyin. Daha eləmərəm. Sizin Miss Barkley gəlib, dedi. Doğrudan? Bəli, o mənim xoşuma gəlmir. Sonra xoşunuza gələcək, o çox yaxşı qızdır. O başını tərpətdi. Şübhə etmirəm ki, o möcüzədir. Siz bir qədər bura çəkilə bilərsiniz. Bax belə, yaxşı. Səhər yeməyi üçün sizi qaydaya salım. O məni əski sabun ilıq su ilə yuyundurdu. Qolunuzu biraz qaldırın, dedi. Bax belə, yaxşı. Olmaz ki, bərbər səhər yeməyinə kimi gəlsin. Bu saat qapıçıya deyərəm, o çıxdı və tez də qayıtdı. Qapıçı onun ardınca getdi. Deyərək o əskinin içində su olan dasının içinə saldı. Bərbər qapıçı ilə birlikdə gəldi. Bu 50 yaşlarında bığları yuxarı eşilmiş kişi idi. Miss Hedge öz işlərini qurtarıb çıxdı. Bərbər isə üzümü sabunlayıb qırxmağa başladı. O hər şey təkəbbürlə edirdi və söhbətdən çəkinirdi. Niyə susursunuz? Təzə xəbərlərdən danışın, dedim. Nə təzə xəbər? Fərqi yoxdur, şəhərdə nə danışırlar? İndi müharibə gedir, dedi. Düşmənin hər yerdə qulağı var. Mən ona baxdım. Xahiş edirəm, başınızı tərpətməyin, dedi və qırxmağa davam etdi.
Mən heç bir şey deməyəcəm. Axı sizə nə olub, soruşdum. Mən İtalyanam. Mən düşmən ilə söhbət etmirəm. Mən təkid eləmədim. Əgər o dəlidirsə, gücünü nə qədər məndən tez çəksə yaxşıdır. Bir dəfə onu süzmək istədim. Ehtiyatlı olun, dedi. Ülgü ciddidir. O işini bitirəndən sonra nə qədər lazımdırsa o qədər verdim. Üstəlik yarım lirə də bəxşiş əlavə etdim. O pulları mənə qaytardı. Götürmərəm. Mən cəbhədə deyiləm. Amma mən İtalyanam. Rədd olun cəhənnəmə. İcazənizlə deyərək o ülgüzlərini qəzetə bükdü. O 5 mis pulu çarpayının yanındakı balaca stolun üstünə qoyaraq çıxdı. Zəngi bastı, mis heç gəldi. Zəhmət olmasa qapıçını bura göndərin. Yaxşı. Qapıçı gəldi. O özünü gülməkdən güclə saxlayırdı. Nədir? Bu bərbər dəlidir? Xeyr, signorina, o səhv edib. O məni yaxşı eşitməyib. Ona elə gəlib ki, güya mən demişəm ki, siz Avstriya zabitisiniz. Aman ilahi, dedim. Ha ha ha, qapıçı güldü. Lap əyləncədir. Bir balaca tərpənsəydi, deyir, mən də onu, qapıçı barmağını boğazına çəkdi. Ha 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 ha, o özünü gülməkdən heç cür saxlaya bilmirdi. Sonra mən ona dedim ki, siz Avstriyalı deyilsiniz. Ha 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 ha, mən hisslə ha 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 elədim. Əgər o mənim xulqumu üssəydi, onda yaxşı əyləncə olardı. Ha ha ha. Yox, yox, signorino. Yox, yox, o Avstriyalıdan yaman qorxub. Ha 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 ha. Ha 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 ha, elədim, rədd olun. O çıxdı və onun qapı dalında necə qəhqəhə çəkdiyini eşitirdim. Dəhlizdən kiminsə ayaq səsləri gəldi. Qapıya tərəf boylandım. Gələn Catherine Barkley idi. O otağa girib yatağa yanaşdı. Salam əzizim, dedi. Onun üzü təravətli, cavan və çox qəşəng idi. Fikirləşdim ki, heç vaxt belə qəşəng sima görməmişəm. Salam, dedim. Onu görən kimi başa düşdüm ki, mən ona vurulmuşam. Bütün varlığım təlatümə gəldi. O qapıya baxdı, gördü ki, heç kəs yoxdur. Sonra gəlib çarpayının kənarında əyləşdi. Əyilib məni öpdü. Mən onu özümə tərəf çəkib öpdüm və ürəyini necə vurduğunu hiss etdim. Mənim istəkliyim, dedim. Nə yaxşı oldu ki, siz gəldiniz. Çox çətin olmadı, amma burada qalmaq görünür çətin olacaq. Siz qalmalısınız, dedim. Siz gözəlsiniz. Mən dəli kimi olmuşdum. Onu doğrudan da burada olmasına inanmırdım və buna görə də onu özümə bərk-bərk sıxdım. Eləməyin, dedi. Siz hələ sağalmamısınız. Mən sağlamam, yanıma gəl. Yox, siz hələ zəifsiz. Hə, heç zəif deyiləm, gəl. Siz məni sevirsiniz? Mən səni çox sevirəm. Ağlım lap başımdan çıxır. Hə, gəl də. Eşidirsiniz, ürəyim necə vurur? Ürək nəyimə gərəkdir? Mən səni istəyirəm. Ağlım başımdan çıxır. Siz məni doğrudanmı sevirsiniz? Bu barədə danışmağı bıraq, yanıma gəl, eşidirsən? Gəl, Catherine. Hə, yaxşı, ancaq bir dəqiqəliyə. Yaxşı, dedim, qapını bağla. Olmaz, indi olmaz. Gəl, heç nə danışma, yanıma gəl. Catherine çarpayının yanındakı kreslo oturmuşdu. Dəhlizə çıxan qapı açıq idi. Dəlilik keçmişdi və ömrümdə heç vaxt özümü bu cür yaxşı hiss etməmişdim. Qız soruşdu. İndi inanırsan ki, mən səni sevirəm? Sən mənim əzizimsən, dedim. Sən burada qalacaqsan. Səni heç yana köçürməyəcəklər. Sənə olan məhəbbətim ağlımı başımdan alır. Biz lap ehtiyatlı olmalıyıq. Lap başımızı itirmişik. Belə olmaz. Gecə olar. Biz lap ehtiyatlı olmalıyıq. Sən özgələrin yanında ehtiyatlı olmalısan. Mən ehtiyatlı olacağam. Sən mütləq ehtiyatlı olmalısan. Sən yaxşı oğlansan. Sən məni sevirsənmi, hə? Bu barədə danışma, yoxsa səni buraxmaram. Yaxşı, daha demərəm. Sən məni buraxmalısan. Mən getməliyəm, əzizim. Doğru deyirəm. O saatda qayıt. Mümkün olan kimi qayıdacağam. Xudahafiz, xudahafiz, mənim əzizim. O çıxdı. Allah özü görür ki, mən ona vurulmaq istəmirdim. Mən heç kəsə vurulmaq istəmirdim. Lakin Allah özü görür ki, mən vurulmuşam və Milan hospitalının çarpayısında uzanmışam. Başımda müxtəlif fikirlər dolaşır və mən ləzzət içindəyəm. Nəhayət Miss Hayes otağa girdi. Doktor gəlir, dedi. Komadan zəng vurmuşdu. O burada nə vaxt olacaq? O axşam gələcək. 15-ci fəsil. Axşama kimi heç bir şey olmadı. Doktor sakit, cılız adamcığaz idi. Müharibə elə bil onun yolundan saptırmışdı. O nəzakətli və ya incə bir nifrətlə budumdan bir neçə xırda polad qəlpəsi çıxartdı. O yerli anesteziyaya da özünün dediyi kimi dondurma tətbiq etmişdi. Bundan da toxumlar keyləşdi və zond, skalpel ya da lanset donmuş təbəqədən dərinə keçməyinə ağrı hiss edilmirdi.
Bu təbəqənin harada qurtardığını dəqiq müəyyən etmək olardı və çox keçmədən doktorun nəzakətli tükəndi və o dedi ki, daha yaxşı olardı rentgenə əl ataq. Zodla tədqiq etmək bir şey vermir, dedi. Rentgen kabinəsi Ospedale Maggiore yanında idi. Baş hospital. Və işığa salan doktor hayküyücü, cəld və şən adam idi. Xəstəni çiyinlərindən elə tuturdular ki, bədənindəki ən iri yad cisimləri ekranda özü də görə bilirdi. Şəkilləri sonra göndərilməli idilər. Doktor xahiş etdi ki, onun qeyd dəftərçəsinə adımı, polkumu və xatirə olaraq bir şey yazım. O bildirdi ki, bütün yad cisimlər eybəcər, murdar və iyrəncdir. Avstriyalılar lap köpək oğuldurlar. Mən neçəsini öldürmüşəm. Heç birini də öldürməmişəm, amma ona xoş bir söz demək istəyirdim və dedim ki, saysız hesabsız Avstriyalı öldürmüşəm. Miss Sage də mənimlə idi və doktor onun belini qucaqlayaraq dedi ki, o Kleopatradan da gözəldir. O başa düşürmü? Kleopatra keçmiş Misir mələkəsidir. Bəli, Allah haqqı, o ondan da gözəldir. Sanitar maşını bizi yenə geriyə öz hospitalımıza apardı və bir neçə müddət keçdikdən məni bir neçə dəfə bu xərəkdən o xərəyə qoyduqdan sonra nəhayət yuxarıya öz yatağıma gəlib çıxdım. Günorta yeməyindən sonra şəkilləri gətirdilər. Doktor söz vermişdi ki, Allah haqqı, şəkillər nahardan sonra hazır olacaq və o öz sözünə əməl etdi. Catherine Barclay şəkilləri mənə göstərdi. Bunlar qırmızı konvertlərdə idi və o bunları zərflərdən çıxartdı. Biz də onları işığa tutub baxdıq. Bu sağ ayaqdır, qız dedi və şəkli yenidən zərfə qoydu. Bu isə sol. Onları bir yerə qoy, dedim. Özün isə yanıma gəl. Olmaz, dedi. Mən ancaq bir dəqiqəliyə gəldim ki, şəkilləri sənə göstərim. O getdi və mən tək qaldım. İsti gün idi və yataqda uzanmaq məni təngə gətirmişdi. Qapıçıdan xahiş etdim ki, gedib mənə qəzet alsın. Tapa bildiyi bütün qəzetləri alsın. Mən onu gözləyərkən otağa 3 həkim gəldi. Mən çoxdan başa düşmüşdüm ki, təcrübəsi çatışmayan həkimlər kömək və məsləhət üçün bir-birinə müraciət etməyə meyl göstərirlər. Sizin apendisiniz kəsməyə qadir olmayan həkim sizi badımcıqlarınızı əməlli başlı çıxara bilməyən başqa həkimin yanına göndərəcək. Bu 3 həkim də belələrindən idi. Nəzakətlə hərəkət edən həmin hospital həkimi. Budur bizim cavan oğlan, dedi. Hündürboylu, saqqallı arıq həkim salam, dedi. Qırmızı zərflərdəki rentgen şəkillərini əlində tutan 3-cü həkim heç bir söz demədi. Sarğını açıqmı? Saqqallı həkim şübhəli təzə dilləndi. Hökmən, şəfqət bacısı zəhmət olmasa sarğını açın. Hospital həkimi Miss Heycə müraciət etdi. Miss Heyc sarğını açdı. Mən öz ayaqlarıma baxdım. Mən səhra hospitalında yatanda bunlar qaxsamış qiymə ətə oxşayırdı. İndi yaralarım köz bağlamışdı. Dizim şişib ağarmışdı. Baldırım yumşalmışdı. Amma irin yox idi. Hospital həkimi çox təmizdir, dedi. Çox təmiz və yaxşıdır. Saqqallı həkim, elədir. 3-cü həkim hospital həkiminin çiyinin üstündə boylandı. Zəhmət olmasa dizinizi bükün. Saqqallı həkim mənə müraciət etdi. Bükə bilmərəm. Saqqallı həkim şübhəli tərzdə oynağın fəaliyyətini yoxlayaqmı, dedi. Onun qolunda 3 ulduzdan başqa zolaq da var idi. Bu o deməkdir ki, onun rütbəsi tibbi xidməti kapitanıdır. Hospital həkimi hökmən, dedi. Onlar ikilikdə mənim sağ ayağımdan yapışıb bükməyə başladılar. Ağrıyır, dedim. Belə-belə biraz da doktor. Bəsdir, daha getmir, dedim. Fəaliyyət tamam deyil, saqqallı həkim dilləndi. O qəddini düzəltdi. İcazə verin bir daha şəkillərə baxaq, doktor. 3-cü həkim şəkillərdən birini ona verdi. Yox, zəhmət olmasa sol ayağı. Bu sol ayaqdır, doktor. Bəli, doğrudur. Mən o tərəfindən baxmamışam. O şəkli qaytardı. O biri şəklə bir neçə dəqiqə diqqətlə baxdı. Doktor, görürsünüzmü? O işıqda aydın görünən yad cisimlərdən birini göstərdi. Onlar şəklə bir neçə dəqiqədə baxdılar. Kapitan rütbəsində olan saqqallı həkim mənə ancaq bircə şey deyə bilərəm, söylədi. Bunun üçün vaxt lazımdır. 3 ay, bəlkə də yarım il. Şübhəsiz axı yenidən Sinovia mayesi yığılmalıdır. Şübhəsiz buna vaxt lazımdır. Qəlpənin ətrafında pərdə əmələ gəlməyincə mən belə diz oynağını yarmağı öhdəmə götürməzdim. Doktor, sizin fikrinizə tamamilə şərikəm. Yarım il nəyə? Soruşdum. Yarım il onun üçün lazımdır ki, qəlpənin ətrafında pərdə əmələ gəlsin və diz oynağını riskə etmədən yarmaq mümkün olsun. Mən buna inanmıram, dedim. Cavan oğlan, siz ayağınızın qalmasını istərsinizmi? Yox, dedim. Nə?
Mən istəyirəm ayağımı elə kəssinlər ki, ona qarmaq düzəltmək mümkün olsun dedim. Siz nə demək istəyirsiniz, qarmaq? Zarafat edir. Deyərək hospital həkimi çox nəzakətlə əlini çiynimə döydü. O ayağının qalmasını istəyir. Bu cavan oğlan çox qoçaqdır. İgidliyinə görə gümüş medala təqdim olunub. Ürəkdən təbrik edirəm. Kapitan rütbəsində olan həkim əlimi sıxdı. Mən ancaq onu deyə bilərəm ki, belə dizi xətərsiz yarmaq üçün heç olmasa yarım il gözləmək lazımdır. Əlbəttə, siz başqa fikirdə də ola bilərsiniz. Təşəkkür edirəm dedim. Sizin fikriniz mənim üçün çox qiymətlidir. Kapitan rütbəsində olan həkim saatına baxdı. Biz getməliyik dedi. Sizin müvəffəqiyyət arzulayıram. Mən də sizə müvəffəqiyyət arzulayıram. Çox sağ olun dedim. Mən üçüncü həkimin əlini sıxdım. Kapitano Varini, Tenente Enru və hər üç otaqdan çıxdı. Miss Hayes çağırdım, o gəldi. Xahiş edirəm, hospitalın həkimini bir dəqiqəlik bura çağırasınız. O əlində kepsi içəri girdi və çarpayının yanında dayandı. Siz məni görmək istərdiniz? Bəli, mən yarım il əməliyyat gözləyə bilmərəm. İlahi, doktor, siz heç yarım il yataqda uzanmalı olmusunuz. Siz həmişə uzanmayacaqsınız. Əvvəlcə siz öz yaralarınızı gündə qızdırmalı olacaqsınız. Sonra siz qoltuq ağacı ilə gözləyəcəksiniz. Yarım il sonra isə əməliyyat. Bu ən xətasız yoldur. Yad cisimlərin ətrafında pərdə əmələ gələnə və Sinovia mayesi toplanana kimi gözləmək lazımdır. Onda dizin oynağını risk etmədən yarmaq olar. Siz özünüz əminsiniz ki, mən bu qədər çox yatmalıyam. Bu ən xətasız yoldur. Kapitan rütbəsində olan həkim kimdir? O Milanın ən yaxşı cərrahıdır. Axı o kapitan rütbəsindədir, elə deyilmi? Bəli, ancaq o çox yaxşı cərrahdır. Mən istəmirəm ki, ayağımla hansı bir kapitan əlləşsin. Əgər o yaxşı olsaydı, mayor olardı. Mən kapitanın nə demək olduğunu bilirəm, doktor. O çox yaxşı cərrahdır və mən onun rəyi ilə başqalarına nisbətən daha çox hesablaşıram. Ayağımı başqa cərraha göstərmək olarmı? Əlbəttə, əgər istəyirsinizsə, ancaq şəxsən mən doktor Varellin məsləhətinə qulaq asardım. Siz mənim yanıma başqa bir cərrah dəvət edə bilərsinizmi? Mən Valentini dəvət edərəm. O kimdir? Ospedale Maggiore cərrahıdır. Yaxşı, mən sizə çox minnətdar olaram. Başa düşün, doktor, mən yarım il yataqda uzana bilmərəm. Siz yataqda uzanmayacaqsınız. Əvvəlcə siz günəş vannası qəbul edəcəksiniz. Sonra yüngül hərəkətlərə keçmək olar. Sonra pərdələr əmələ gələn kimi əməliyyat edərik. Ancaq mən yarım il gözləyə bilmərəm. Doktor əlində tutduğu kepsini nəzakətlə hərəkəti ilə sığalladı və gülümsədi. Cəbhəyə qayıtmaq üçün gözləməyə hövsələniz çatmır. Nə üçün də yox? Çox gözəldir, dedi. Nəcib cavan oğlan. O əyildi və çox nəzakətlə alnından öpdü. Mən Valentinin ardınca adam göndərəcəm. Həyəcanlanmayın və əsəbləşməyin. Ağıllı olun. Doktor bir stəkan şərab deyə təklif etdim. Yox, təşəkkür edirəm, mən içmirəm. Yaxşı, bir stəkan mən zəng vurdum ki, qapıçı stəkan gətirsin. Yox, təşəkkür edirəm, məni gözləyirlər. Xudafiz dedim, xudafiz. 2 saat sonra doktor Valentin otağa daxil oldu. O çox tələsirdi və bığlarının ucu yuxarı qalmışdı. O mayor rütbəsində idi, sifəti gündən qaralmışdı və həmişə də gülümsəyirdi. Nə olub sizə, dedi. Hə, şəkilləri göstərin. Hə, bax. Budur, görürəm ki, siz buğa kimi sağlamsınız. Bəs bu qəşəng qız kimdir? Sizin sevgilinizdir? Mən də elə başa düşdüm. Bu müharibənin lənəti gəlsin. Bura ağrıyır, qoçaqsız. Təmir edərik, təptəz olarsınız. Bura ağrıyır, hələ bir ağrımasın da. Bu doktorların ağrıtmaqdan çox xoşları gəlir. Bəs sizi indiyə kimi nə ilə müalicə ediblər? Bu qız İtalyanca danışır, ona öyrətmək lazımdır. Çox gözəl qızdır. Mən özüm ona dərs deyərdim. Mən özüm də hospitalda yatardım. Yaxşısı budur, doğanda mən onun bütün uşaqlarını lap havaya tutacağam. O nə dediyimi başa düşür. O sizin üçün yaxşı bir oğlan doğacaq. Özü kimi sarışın. Belə yaxşıdır, belə əladır. Gözəl qızdır. Soruşun ondan görün, mənimlə şam etməyə razılıq verərmi? Yox, mən onu sizin əlinizdən almaq istəmirəm. Sağ olun, çox sağ olun, miss. Qurtardıq. Mən ancaq bunları bilmək istəyirdim. O əlini çiynimə vurdu. Sarğı qoymaq lazım deyil. Doktor Valentini, bir stəkan şərab. Şərab, əlbəttə. 10 stəkan. Hardadır şərab? Şkafda. Miss Barkley butulkanı gətirər. Sizin sağlığınıza, miss. Qəşəng qızdır. Mən sizə bundan da yaxşı şərab gətirərəm. O bığlarını sildi. Sizcə nə vaxt əməliyyat etmək olar? Sabah səhər. Tez olmaz. Bağırsaqları təmizləmək lazımdır. Nəyiniz varsa hər şey təmizləmək lazımdır. Mən aşağıda qapının yanına gedib tapşırıq verərəm. Sağ olun. Sabah görüşərik. Mən sizə bundan da yaxşı şərab gətirərəm.
Sizin burada yeriniz çox yaxşıdır. Sağ olun, sabaha kimi. Yaxşı yatın. Mən tezdən gələcəyəm. O qapının ağzından mənə əl elədi. Bığları biz durdu. Qəhvəyə üzü gülümsədi. Onun qolunda haşiyələnmiş ulduz vardı. Çünki o mayor rütbəsində idi. 16-cı fəsil. O gecə yarasa balkonun açıq qapısından uçub otağa girdi və həmin qapıdan biz şəhərin damları üzərində çökən qaranlığa baxırdıq. Otaq qaranlıq idi, ancaq şəhəri bürüyən gecə balkonun qapısına zəif işıqlandırırdı və yarasa qorxmadı. Açıq havada olduğu kimi otaqda uçmağa başladı. Biz uzanıb ona baxırdıq. Deyəsən yarasa bizi görmürdü, çünki biz çox sakit uzanmışdıq. Yarasa uçub gedəndən sonra biz projektorun işığını gördük. İşıqlı zolağın gözündə necə hərəkət etdiyini baxdıq. Sonra bu zolaq yox oldu və yenə qaranlıq çökdü. Gecə yarı külək qalxdı və biz qonşu damdakı Zenit topu komandasının əsgərlərinin səsini eşitdik. Sərin idi və onlar plaşlarını geyirdilər. Mən gecənin bir anında narahat olmağa başladım. Fikirləşdim ki, gələn olar. Amma Ketrin dedi ki, hamı yatıb. Gecə yarı bir dəfə yuxarıya getdik. Mən ayrılanda Ketrin otaqda yox idi. Ancaq mən onun dəhlizdən gələn addım səslərini eşitdim və qapı açıldı. O yatağıma yanaşdı. Dedi ki, hər şey öz qaydasındadır. O aşağı düşüb və görüb ki, orada hamı yatır. O, Mrs. Van Kempen'in qapısına yanaşıb və yuxuda onun necə nəfəs aldığını eşidib. O özü də quru peçenya gətirmişdi. Biz bunları yeyib üstündən vermut içdik. Biz lap ac idik, amma o dedi ki, səhər bütün bunların hamısını təmizləmək lazım gələcək. Səhərə yaxın işıqlaşmağa başlayanda mən təzədən yuxuya getdim və ayılanda gördüm ki, o yenə də otaqda yoxdur. Ketrin gəldi, o təravətli və gözəl idi. Gəlib çarpayda oturdu. Ağzımda termometri tutub uzandığım vaxt gün çıxdı və biz damlardakı şehin qoxusunu, sonra isə qonşu damdakı zenitçilərin öz topları yanında bişirdikləri qəhvənin ətrini duyduq. İndi gəzmək yaxşı olardı, Ketrin dedi. Burada kreslo olsaydı, səni qoyub apara bilərdim. Bəs mən kreslo necə yerləşəcəkdim? Bir də hər. Nə ola, indi parka gedib orada səhər yeməyi yeyəsən. Mən açıq qapıya baxdım. Yox. İndi biz başqa işlə məşğul olacaq, o dedi. Dostun doktor Valentini gələnə kimi səni hazırlamaq lazımdır. Doğrudan, gözəl doktordur. Mənə sənin qədər xoş gəlmədi, amma deyəsən yaxşı həkim olmalıdır. Bəri gəl, Ketrin, eşidirsən, dedim. Olmaz, amma gecə nə yaxşı idi. Olmaz ki, bu gecədə növbəyə səni göndərsinlər. Yəqin ki, elə mən növbə çəkəcəyəm, ancaq sən məni istəməyəcəksən. İstəməyəcəksən. Səni heç vaxt əməliyyat etməyiblər. Sən heç bilmirsən ki, özünü necə hiss edəcəksən. Bilirəm, çox yaxşı hiss edəcəyəm. Sənin ürəyin bulunacaq, mən heç yadına da düşməyəcəyəm. Hə, onda indi yanıma gəl. Yox, qız dedi. Mən sənin temperaturunun cədvəlini yazmalıyam, əzizim, və səni hazırlamalıyam. Madam ki, gəlmək istəmirsən, deməli məni sevmirsən. Sən necə ağılsızsan, o məni öpdü. Hə, bax, cədvəl hazırdır. Temperatur həmişə normaldır. Sənin çox gözəl temperaturun var. Sən isə başının ayağı gözəlsən. Yox, amma sənin temperaturun gözəldir. Mən sənin temperaturunla çox fəxr edirəm. Yəqin ki, bizim uşaqlarımızın da temperaturu çox gözəl olacaq. Qorxuram ki, bizim uşaqların temperaturu çox pis olsun. Bəs məni Valentini üçün hazırlamaqdan ötürü nə eləmək lazımdır? Boş şeydir, amma o qədər də xoşa gələn deyil. Təəssüflənirəm ki, sən belə işlə məşğul olmalısan. Mən isə yox, mən istəmirəm ki, başqa birisi sənə toxunsun. Mən ağılsızam, əgər biri sənə toxunsa, mən dəli olaram. Hətta Feguionos da, xüsusən Feguionos və H. Bir də o nədir onun adı? Waker. Hə, burada şəfqət bacısı lap çoxdur. Əgər yenə yaralı gəlməsə, bizi buradan köçürəcəklər. İndi burada 4 şəfqət bacısı var. Görünür yenə gələcək. 4 şəfqət bacısı o qədər də çox deyil. Hospital böyükdür. Ümid edirəm ki, yenə gələcək. Əgər məni buradan köçürmək istəsələr, onda nə eləyim? Əgər yaralı gəlməsə, elə belə də olacaq. Onda mən də gedərəm. Ağırsız şeylər danışma. Sən elə heç yerə gedə bilməzsən. Ancaq əzizim, tez sağal. Onda biz səninlə bir yerə çıxıb gedərik. Bəs sonra, bəlkə müharibə qurtardı, həmişə vuruşmayacaqlar ki. Mən yaxşı olacağam, dedim. Valentini məni sağaldacaq. Hələ bir sağaltmasında o cür bığları var. Amma bir sözüm var, əzizim. Sənə efir verəndə başqa şey fikirləş. Ancaq mənimlə özünü fikirləşməyəsən. Axı, narkoz verəndə çoxları nə gəl danışırlar. Bəs nəyə fikirləşim? Nəyi istəyirsən düşün, ancaq mənimlə özünü yox. Öz qohumlarını fikirləş. Ya da başqa bir qızı.
Yox. Hə, onda dua oxu. Bu yaxşı təsir bağışlayar. Bəlkə heç mən danışmadım. Ola bilər. Axı hamı danışmır. Onda mən də danışmaram. Lovğalanma əzizim. Xahiş edirəm, lovğalanma. Sən yaxşı oğlansan. Sənə lovğalanmaq gərək deyil. Bircə söz də demərəm. Əzizim, yenə lovğalanırsan. Sənin lovğalanmağın artıq şeydir. Sənə dərindən nəfəs al deyiləndə sən dua oxumağa, ya şeir, ya başqa bir şey deməyə başla. Onda hər şey yaxşı olacaq. Mən də səninlə fəxr edəcəyəm. Onsuz da mən səninlə fəxr edirəm. Sənin çox gözəl temperaturun var və sən də balaca oğlan kimi yastığı qucaqlayıb yatırsan və fikirləşirsən ki, o mənəm. Bəlkə mən yox, başqasıdır. İtalyan gözəllərindən biri. Yox, sən. Əlbəttə ki, mən səni çox sevirəm. Valentini sənin ayağını tam qaydaya salacaq və yaxşı ki, bu vaxt mən orada olmayacağam. Bəs gecə növbə çəkməyəcəksən? Çəkəcəyəm, amma sənin üçün fərqi olmayacaq. Baxarıq. Hə, qurtardı əzizim, indi daha sən tərtəmizsən. Həm bayırdan, həm içərdən. İndi mənə de görüm, ömründə neçə qadın sevmisən? Birini də sevməmişəm. Məni də yox, səni hə. Daha neçəsini? Heç neçəsini. Bəs neçəsini? Necə deyərlər, neçəsini tanıyırsan? Heç neçəsini. Sən düz demişsən, bəli. Elə də lazımdır. Sən mənə həmişə düzünü demə. Mən özüm də belə istəyirəm. Onlar qəşəng idilər. Mən heç birini tanımırdım. Doğrudur. Onlar çox mu cazib edicidirlər? Heç təsəvvürüm də yoxdur. Sən ancaq mənimsən. Bu doğrudur. Və sən heç vaxt heç kəsin olmamısan. Hətta belə olmasa da mənim üçün fərqi yoxdur. Mən onlardan qorxmuram. Ancaq sən mənə onlardan danışma. Bəs qadın kişiyə o barədə deyən zaman bu neçəyə başa gəlir? Bilmirəm. Əlbəttə sən bilmirsən. Bəs qadın kişiyə deyirmi ki, onu sevir? De görüm, mən bilmək istəyirəm. Bəli, əgər kişi bunu istəyirsə, bəs kişi qadına deyir ki, onu sevir? De, bu çox mühümdür. Əgər istəyirsə deyir. Amma sən heç vaxt deməmisən, doğrudur? Yox. Yox, doğrudurmu? Mənə doğrusunu de. Yox, deyə yalan danışdım. O, sən deməmisən, söylədi. Mən də bilirdim ki, sən deməmisən. Sən sevimlisən. Mən də səni çox sevirəm. Günəş damların üstündən çox yüksəkdə dayanmışdı və mən kilsənin gün altında parlayan milini görürdüm. Mən həm bayırdan, həm də içərdən təmiz idim. Həkimin gəlişini gözləyirdim. Deməli belə, Ketrin dedi. Kişi nə istəyirsə, qadın onu deyir, həmişə yox. Mən isə həmişə deyəcəyəm. Sən nə arzu etsən, mən həmişə onu deyəcəyəm. Sən nə istəsən, mən həmişə onu edəcəyəm. Və sən də daha heç vaxt başqa qadınlar istəməyəcəksən, eləmi? O sevinclə mənə baxdı. Sən nə istəsən, mən onu edəcəyəm. Nə istəsən, onu deyəcəyəm. Və onda hər şey gözəl olacaq, eləmi? Bəli. Hə, bax, indi sən əməliyyata hazırsan. İndi isə de görüm, bu saat nə istərdin? Bəli, gəl. Yaxşı, gəlirəm. Sən mənim ən sevimlimsən, dedim. Görürsən, qız dedi. Sən nə istəyirsənsə, mən də onu edirəm. Sən ağıllı qızsan. Ancaq qorxuram ki, sən hələ məndən tamam razı deyilsən. Sən ağıllı qızsan. Sən məni istəyirsənsə, mən də onu istəyirəm. Mən daha yoxam. Ancaq sənin istəyin var, əzizim. Razı qalırsan, doğrudan razı qalırsan, sən başqa qadınları istəmirsən ki? Yox. Görürsən, sən razısan. Nə istəyirsənsə, mən də onu edirəm. 17-ci fəsil. Əməliyyatdan sonra ayılanda iş başqa cür idi. Elə bil ki, mən harasa yoxa çıxırdım. Buna baxmayaraq yoxa çıxmırsan. Ancaq təngi nəfəs olursan. Bu ölümə oxşamır. Bu sadəcə qazdan əmələ gələn təngi nəfəslikdir. Yəni heç bir şey hiss etmirsən. Sonra isə fərqi yoxdur. Elə bir bərk sərxoş olmusan. Ancaq ürəyin bulananda bircə öd qusursan və sonra da vəziyyətin yaxşılaşmır. Yatağın ayaq tərəfində qum kisələri gördüm. Kisələri cips sarğısından çıxan millərin üstünə yığmışdılar. Az sonra mən Miss Heyci gördüm və o soruşdu. Hə, necədir? Yaxşıdır, dedim. O sizin dizinizdən lap möcüzə düzəltdi. Nə qədər çəkdi? 2 saat yarım. Mən axmaq şeylər danışmırdım ki. Yox, heç bir şey danışmayın, sakit uzanın. Ürəyim bulanırdı, Ketrin haqlı çıxdı. Bu gecə kimin növbə çəkməsinin mənim üçün fərqi yox idi. Hospitalda məndən başqa indi 3 nəfər də var idi. Biri Georgiyadan olan arıq oğlan idi, qırmızı xaç cəmiyyətin işçisi idi. Malyariya xəstəliyinə tutulmuşdu. O biri isə New Yorkdan olan yaxşı oğlan idi. Görkəmcə o da arıq idi.
malyaliyə və sarılığa tutulmuşdu. Üçüncü mehriban oğlan idi. Avstriya mərmisinin distansiya bürosunun qapağını açmaq fikrinə düşərək istəyib ki, onu yadigar götürsün. Bu da birləşdirilmiş şrapnel-fuqas mərmisi imiş ki, Avstriyalılar bundan dağlarda istifadə edirdilər. İki cür fəaliyyətli distansiya borulu şrapnel. Catherine Buckley fasiləsiz olaraq gecələr növbət çəkməyə razılıq verdiyi üçün şəfqət bacılarının hamısı onu çox sevirdi. Malariyalı xəstələrə çox qayğı tələb olunmurdu. Partladıcının qapağını açan oğlan isə bizimlə dost idi. Gecələr ancaq çox vacib olanda zəng vururdu. Buna görə də Catherine bütün boş vaxtlarını mənim yanımda keçirirdi. Mən onu çox bərk sevirdim, o da məni sevirdi. Gündüzlər mən yatırdım. Biz yatmayanda isə bir-birimizə məktub yazıb Ferguson vasitəsilə göndərirdik. Ferguson yaxşı qız idi. Mən onun haqqında yalnız onu bilirdim ki, onun bir qardaşı 52-ci diviziyadadır. O biri isə Mesopotamiyadadır. Ferguson Catherine Buckley-yə bərk bağlanıb. Bir dəfə mən ondan soruşdum. Ferci, bizim toyumuza gələcəksiniz? Siz heç vaxt evlənməyəcəksiniz. Evlənəcəyik. Yox, evlənməyəcəksiniz. Nə üçün? Toya kimi küsəcəksiniz. Biz heç vaxt küsüşmürük. Küsüşərsiniz. Biz heç vaxt küsüşməyəcəyik. Onda öləcəksiniz. Küsüşəcək ya da öləcəksiniz. Həmişə belə olur. Heç kəs də evlənmir. Mən əlimi ona uzatdım. Mənə toxunmayın dedim. Mən heç nə ağlamaq fikrində deyiləm. Bəlkə işiniz yaxşı gətirdi, amma baxın, ona heç bir şey olmasın. Əgər sizin özünüzdən ona bir şey olsa, sizi öldürərəm. Ona heç bir şey olmaz. Baxın, ümid edirəm ki, işiniz yaxşı olacaq. İndi siz yaxşısınız. İndi bizim üçün vaxt gözəl keçir. Baxın ha, küsüşməyin və ona heç bir şey olmasın. Yaxşı. Baxın ha, mən istəmirəm ki, o müharibə zamanı körpəsi ilə tək qalsın. Siz yaxşı qızsınız, Ferci. Yaxşı zad deyiləm. Mənə yaltaqlanmayın. Ayağınız necədir? Çox yaxşıdır. Bəs başınız? O barmaqlarını təpəmə toxundurdu. Mənə elə gəldi ki, keçmiş ayağa toxunurlar. Başım məni heç vaxt narahat etmir. Belə şişdən adam asanlıqla kreatin ola bilər. Heç narahat etmir. Xeyr. Bəxtiniz gətirib, məktub hazırdır, mən aşağı gedirəm. Budur, alın, dedim. Siz ondan xahiş etməlisiniz ki, o hələlik gecə növbətçiliyindən imtina etsin. O çox yorulur. Yaxşı, mən ondan xahiş edərəm. Mən gecə növbət çəkmək istəyirdim, amma o öz növbəsini vermir. Başqaları öz növbələrini ona həvəslə verirlər. Ona biraz dinclik verə bilərsiniz. Yaxşı. Miss Van Campen belə söz yayıb ki, siz həmişə günortaya kimi yatırsınız. Bunu gözləmək olardı. Yaxşı olardı ki, təkid edəsiniz və o bir neçə gecə növbə çəkməsin. Mən özüm də istərdim. Heç də istəməzdiniz. Əgər siz onu dilə tutsaz, onda mən sizə hörmət edəcəyəm. Mən onu dilə tutaram. Nəysə, inanmıram. O məktubu alıb çıxdı. Mən zəng vurdum və Miss Hedge tez içəri girdi. Nə olub? Elə belə sizinlə danışmaq istəyirdim. Sizcə Miss Buckley-ni gecə növbəsindən azad edib ona bir qədər dinclik vermək olmazdımı? Onun çox yorğun görkəmi var. Niyə o gecə növbəsində bu qədər çox olur? Miss Hedge mənə baxdı. Mən sizin dostunuzam, dedi. Mənimlə belə danışmağınıza ehtiyac yoxdur. Nə demək istəyirsiniz? Özünüzü axmaq yerinə qoymayın. Sizə elə bu lazım idi? Mənimlə vermut için. Yaxşı, sonra isə dərhal gedəcəyəm. O şkafdan butulkanı götürdü və stəkanı balaca stolun üstünə qoydu. Siz stəkanı götürün, dedim. Mən butulkadan içəcəyəm. Miss Hedge, sizin sağlığınıza, dedi. Van Campen orada nə deyir? Güya ki, mən səhərlər çox yatıram. Bu barədə elə belə mızıldadı. O sizi bizim imtiyazlı xəstəmiz adlandırır. Qoy rədd olsun. Miss Hedge, o pis qadın deyil, dedi. Ancaq qocalıb deyə biraz qərbəliyi var. Siz ilk baxışdan onun xoşuna gəlməmisiniz. Bu doğrudur, mənim isə xoşuma gəlirsiniz. Mən sizin dostunuzam. Bunu yadda saxlayın. Sizin kimi yaxşı qız çox az tapılar. Bəsdir, mən bilirəm sizcə yaxşı kimdir. Ayağınız necədir? Çox yaxşıdır. Mən səhərin mədən suyu gətirib biraz üstünə tökərəm. Yəqin gipsin altı göynəyir. Bugün istidir. Siz yaxşı qızsınız. Bərk göynəyir? Yox, hər şey yaxşıdır. Qum kisələrini düzəltmək lazımdır. O aşağı əyildi. Mən sizin dostunuzam. Mən bunu bilirəm. Yox, siz bilmirsiniz, amma bir vaxt bilərsiniz. Catherine Buckley 3 gecə növbə çəkmədi, amma sonra yenə gəldi. Elə bil hər birimiz uzun səfərə getmişdik. Sonra isə yenə qayıtmışdıq və indi yenidən görüşürdük. 18-ci fəsil. O yayı bir çox gözəl keçirdik.
Ayağa durmağa icazə veriləndən sonra biz parka gəzməyə çıxırdıq. Fayton, asta-asta yeriyən at, qabaqda oturan faytonçunun kürəyi və onun laklı silindiri. Mənimlə yanaşı əyləşən Catherine Barkley xatirimdən silinmir. Əgər əllərimiz bir-birinə toxunurdusa, heç olmazsa onun əlinin kənarı mənim əlimə dəyirdisə, bu bizi həyəcanlandırırdı. Sonralar mən qoltuq ağacı ilə yeriyə bilərkən biz nahara, biffiyə və ya Gran İtaliyaya gedirdik. Bayırda qalerida stol seçirdik. Hafsantlar girib çıxırdılar və yol keçənlər yanımızdan ötürdülər. Süfrə salınmış stolların üstündən abajurlu şamlar olurdu. Çox çəkmədi ki, Gran İtaliya bizim sevimli yerimiz oldu və baş ofisant George həmişə bizim üçün stol saxlardı. O gözəl ofisant idi və biz menyu seçmək onun ixtiyarına verirdik. Özümüz isə bu vaxt oturub gəlib gedənlərə, alıqaranlıqda əriyən qalereyaya və bir-birimizə baxardıq. Biz balaca vedrənin içində buza qoyulmuş ağ turş kapri içərdik. Həm də biz çoxlu başqa şərabın, freza, barbera və şirin ağ çaxırların dadına baxardıq. Müharibə olduğundan restoranda şərablar üçün ayrıca ofisant yox idi və buna görə də freza kimi şərablardan istəyəndə George utanaraq gülümsəyirdi. Çiyələk dadı verən şərab buraxan ölkə barədə nə demək olar? Söyləyirdi. Nəyi pisdir ki? Catherine soruşdu. Mənim hətta xoşuma gəlir. George, əgər xoşunuza gəlirsə, dadına baxın, dedi. Amma icazə verin, tenente üçün bir butulka Margo gətirərdim. Mən də dadına baxmaq istəyirəm, George. Sir, mən sizə məsləhət görməzdim. Onun heç çiyələk dadı da yoxdur. Bəlkə birdən Catherine dilləndi. Onda lap gözəl olardı. Bu saat verərəm, George dedi və Ledinin arzusunu yerinə yetəndən sonra götürərəm. Şərab yaxşı şərab deyildi. George haqlı idi. Onun hətta çiyələk dadı da yox idi. Biz yenə kapriyə keçdik. Bir dəfə pulum çatmadığından George mənə 100 lira borc verdi. Eybi yoxdur, tenente dedi. Hamının başına gələn işdir. Bilirəm bu necə olur. Əgər sizə ya Lady'yə pul lazım olsa, həmişə məndən ala bilərsiniz. Nahardan sonra biz qaleriya ilə başqa restoranların və dəmir pərdələri salınmış mağazaların yanından keçərdik. Sendviç satılan kioskin yanında dayanardıq. Burada vetçina və kağız sendviçi və barmaqdan uzun olmayan azca qızarmış bulka ilə xırda balıq sendviçi olurdu. Biz bunları gecə acdığımız zaman yeməkdən ötürü gətirərdik. Sonra biz qaleriyanın kilsə ilə üzbəüz qapısı ağzında açıq faytona oturub hospitala qayıdardıq. Qapıcı hospitalın artırmasına çıxardı ki, qoltuq ağacları ilə yeriməyimə kömək etsin. Mən faytonçunun haqqını verərdim və sonra liftə yuxarı qalxardıq. Catherine şəfqət bacılarının yaşadığı mərtəbədə liftdən çıxar, mən isə yuxarı qalxar və qoltuq ağaclarında dəhlizi keçib öz otağıma gedərdim. Bəzən soyunub yatağıma uzanardım. Bəzən isə balkonda oturub ayağımı stolun üstünə qoyar, qaranquşların damların üstündə necə uçduğuna baxardım və Catherine gözləyərdim. O yuxarı gələndə elə bilərdim ki, uzaq səyahətdən qayıtmışdır. Və mən qoltuq ağaclarına söykənərək dəhlizə onunla birlikdə gedər və kiçik taslar aparardım, xəstənin bizim dostumuz olub-olmadığından asılı olaraq. Catherine ya qapının ağzında gözləyər, ya da onunla birlikdə içəri girərdim. O öz işini qurtarandan sonra isə mənim otağımın balkonunda oturardıq. Sonra mən yatağıma uzanardım. Hamı yatandan sonra və onu heç kəsin çağırmayacağını əmin olanda o mənim yanıma gələrdi. Mən onun saçlarını açıb tökməyini xoşlayardım və o çarpayda hərəkətsiz oturardı. Bəzən məni öpmək üçün ani olaraq əyilərdi və mən onun baş sancaqlarını çıxarıb döşəyağının üstünə düzərdim. Onun hörükləri başının arxasından güclə dayanardı və mən onun hərəkətsiz oturuşuna baxardım. Sonra isə sonuncu iki sancağı da çıxarardım. Saçları tamam dağılardı və o başını əyərdi, saçları ilə hər ikimizi örtərdi. Elə bir çadırın ya şəlalənin altındasan. Onun çox qəribə gözəl saçları vardı. Hərdən mən yerimdə uzanıb açıq pəncərədən düşən işıqla onun öz saçlarını necə hördüyünə baxardım. Və onun saçları hətta gecələr də sübh çağı suyun parıldadığı kimi şəfəqlənirdi. Onun gözəl üzü və bədəni, ipək kimi gözəl dərisi vardı. Biz yanaşı uzanardıq və mən barmaqlarımın ucu ilə onun yanaqlarına, alnına, gözlərinin altına, çənəsinə, boynuna toxunardım və deyərdim: elə bil royalın klavişləri üzərində gəzən Zumbatadır. Nədir, ağrıdır? Yox əzizim, mən elə belə səni istəndirmək istəyirdim. Gecə hər şey gözəl olurdu və əgər biz heç olmasa bir-birimizə toxuna bilsəydik, bunun özü elə saadət idi. Böyük sevinclərlə yanaşı bizim aramızda məhəbbət ifadə edən çoxlu xırda cəhətlər də var idi. Biz bir yerdə olmayanda isə bir-birimizə uzaqdan təsir etməyə çalışardıq.
Hərdən elə bil buna nail olurduq. Bu da görünür, əslində hər ikimizə eyni cür düşündüyümüzə görə mümkün olurdu. Biz bir-birimizə deyərdik ki, Catherine hospitala gələn günü evlənmişik və biz ayları öz toyumuz günündən sayardıq. Mən istəyərdim ki, biz doğrudan da evlənək, amma Catherine dedi ki, bu halda o getməli olacaq və biz rəsmi işləri öz yoluna salana kimi ona göz qoyacaqlar və bizi ayıracaqlar. Hər şey İtaliyanın nikah qanunları əsasında görülməli olacaq və bu rəsmiyyətdən ötürü çox əngəllər çıxacaq. Mən istərdim ki, doğrudan da evlənək, çünki uşağın olacağı fikri ağlıma gələndə çox narahat olurdum. Ancaq özlüyümüzdə biz belə hesab edirdik ki, evlənmişik. Buna görə də çox da narahat olmurduq. Bəlkə də əslində evlənmədiyimiz mənim xoşuma gəlirdi. Yadımdadır, bir dəfə gecə biz bu barədə danışdıq və Catherine dedi, onda əzizim, mən dərhal buradan getməli olacağam. Bəlkə heç getməli olmadın, mütləq getməli olacağam. Məni evə göndərərlər və müharibə qurtarmayınca biz bir-birimizi görməliyik. Mən məzuniyyətə gələrəm. Məzuniyyət müddətində Şotlandiyada gedib qayıtmağa vaxt çatmaz. Bir də mən sənin yanından getmərəm. İndi evlənmək bizim nəyimizə lazımdır? Biz onsuz da evlənmişik. Bundan artıq evlənmək olmaz. Mən bunu səndən ötürü istəyirəm. Heç bir mən yoxdur. Mən sənsən. Xahiş edirəm, ayrıca mən uydurmayasan. Mən elə bilirdim ki, qızlar həmişə ərə getmək istəyirlər. Elədir ki, var, ancaq əzizim, mən axı ərdəyəm. Mən sənə ərə getmişəm, məgər mən pis arvadam? Sən gözəl arvadsan. Bilirsən, əzizim, artıq bir dəfə mən ərə getməyi gözləmişəm. Bu barədə heç bir şey eşitmək istəmirəm. Sən bilirsən ki, mən ancaq səni sevirəm. Başqa birisinin bir vaxt məni sevdiyinin sənin üçün nə fərqi var? Fərqi var. Axı o ölüb. Sən də hər şeyi almısan. Burada qısqanmağa yer varmı? Qoy elə olsun. Amma mən bu barədə eşitmək istəmirəm. Mənim zavallım. Amma mən bilirəm ki, sənin hər cür qadınların olub və mənim vecimə gəlmir. Olmaz ki, biz bir də hər gizli evlənək. Birdən mənim başıma bir iş gəldi ya da sənin uşağın oldu. Ancaq kilsə nigahı və mülkün nigah var. Biz onsuz da gizli sürətdə evliyik. Bilirsən əzizim, əgər mən dindar olsaydım, bunun mənim üçün əhəmiyyəti çox olardı, amma mən dindar deyiləm. Sən mənə müqəddəs Antoni vermişdin. Bunu elə belə uğur gətirsin deyə vermişdim. Onu mənə də vermişdilər. Deməli, sən heç bir şeydən ötürü təşviş keçirmirsən? Ancaq bizi ayıra biləcəkləri fikrindən ötürü. Mənim dinim sənsən. Bu dünyada hər şeyim sənsən. Hə, yaxşı. Amma nə vaxt istəsən, o vaxt səninlə evlənəcəyəm. Əzizim, sən elə danışırsan ki, sanki sənin vəzifən mənim namuslu qadın etməkdir. Mən lap namuslu qadınam. Saadət və iftixar gətirən nə varsa, ondan ötürü xəcalət çəkmək olmaz. Məgər sən xoşbəxt deyilsən? Onda sən heç vaxt məndən ayrılıb başqasına getməyəcəksən ki? Yox, əzizim, mən sənin yanından heç vaxt heç kəsin yanına getməyəcəyəm. Mənə elə gəlir ki, başımızda dəhşətli bir hadisə var, amma bundan ötürü təşviş etmək lazım deyil. Mən təşviş etmirəm, mən səni çox sevirəm, amma sən mənə qədər başqasını sevmirsən. Bəs sonra nə olub? O həlak olub. Elədir, əgər belə olmasaydı, mən sənə rast gəlməzdim. Mənə vəfasız demək olmaz. Görürsən, mənim vəfalı olmağımı, hətta səni tənqid gətirəcək. Mən tezliklə cəbhəyə qayıtmalı olacağam. Nə qədər ki, burada sən bu barədə fikirləşməyək. Başa düşürsən əzizim, mən xoşbəxtəm və bizə bir yerdə olmaq xoşdur. Mən çoxdan idi ki, xoşbəxt olmurdum. Bəlkə də sənin ilə görüşəndə az qala dəli idim. Bəlkə də lap dəli. Fəqət indi biz xoşbəxtik və özü də bir-birimizi sevirik. Hə, gəl sadəcə xoşbəxt olaq. Axı sən xoşbəxtsən, elə deyilmi? Bəlkə mənim bir şeyim sənə xoş gəlmir. Yaxşı. Mən nə eləyim ki, hər şey sənə xoş gəlsin? İstəyirsən saçlarımı açıb buraxım? İstəyirsən? Hə, sonra da buraya uzan. Yaxşı. Ancaq qoy əvvəlcə xəstələrə baş çəkim. 19-cu fəsil. Yay belə keçirdi. Günləri az xatırlayıram, ancaq o yadımdadır ki, çox isti idi və qəzetlər qələbə ilə dolu idi. Mənim sağlam bədənim vardı və yaralarım tez sağalırdı. Odur ki, qoltuq ağacları ilə gəzməyə başladım. Çox keçmədi ki, ağacları atdım və ancaq əl ağacı ilə gəzdim. Bu vaxt mən dizlərimi bükmək üçün Ospedella Maggiore-də müalicə prosedurası, mexaniki, terapiya, güzgülü yeşikdə bənövşəyi şüalarla qızdırmaq, masaj və vanna qəbul etməyə başladım. Mən ora nahardan sonra gedirdim. Geri dönəndə kafeyə girib şərab içir və qəzet oxuyurdum. Mən şəhərdə boş-boşuna dolaşmırdım. Kafedən həmişə birbaşa hospitala qayıtmaq istəyirdim. Mən ancaq bir şey istərdim, Catherine-i görmək. Qalan vaxtımı bir təhər keçirəndə sevinirdim. Çox vaxt səhərlər yatırdım, nahardan sonra bəzən cıdıra, sonra da mexaniki terapiyaya gedirdim.
Bəzən İngilis-Amerikan klubuna girib pəncərənin qabağına dərin meşin kreslo oturaraq jurnallar oxuyurdum. Mən qoltuq ağaclarını atandan sonra bizə ikilikdə çıxmağa icazə vermirdilər. Çünki Şəfqət bacısının görkəmindən köməyə ehtiyacı olmayan xəstə ilə gəzməsi yaxşı deyildi və buna görə gündüzlər bir yerdə az-az olurduq. Lakin hərdən Fergiunos da bizimlə birlikdə olanda şəhərdə nahar etmək mümkün olurdu. Məni Ketrinin dostu sayırdılar. Miss Van Campen də bunu belə qəbul edirdi. Çünki hospitalda ona Ketrinin köməyi çox dəyirdi. O qət etmişdi ki, Ketrin çox yaxşı ailədəndir və buna görə də onun rəğbətini qazanmışdıq. Miss Van Campen əsl nəsilə böyük əhəmiyyət verirdi. Onun özü kübar cəmiyyətə mənsub idi. Bundan başqa hospitalın işi və əziyyəti az deyildi. Bunlar onun başını qarışdırırdı. Yay isti idi və mənim Milanda çoxlu tanışlarım vardı, lakin qaranlıqlaşan kimi mən həmişə hospitala qayıtmağa tələsirdim. Cəbhə Karsuya tərəf irəliləmişdi. O biri sahildə Plava ilə üzbəüz olan Cook artıq alınmışdı və indi Bayinzitsa yaylasına hücum edirdilər. Qərb cəbhəsində işlər o qədər də yaxşı deyildi. Adama elə gəlirdi ki, müharibə lap çox uzanacaq. Biz də müharibəyə girmişdik, lakin mən belə hesab edirdim ki, kifayət qədər qoşun gətirmək və onu döyüşə hazırlamaq üçün azı bir il lazımdır. O, bir il çox pis şeylər gözləmək olardı. Bəlkə də yaxşı olacaqdı. İtalyan qoşunları böyük tələfata uğrayırdı. Mən təsəvvür edə bilmirdim ki, bu cür nə qədər çəkəcək. Hətta bütün Bayinzitsa yaylası və Monte San Gabriele tutulsa belə o tərəfdə çoxlu dağlar var idi ki, bunlar Avstriyalıların əlində qalacaqdı. Mən bu dağları görmüşəm. Ən yüksək dağların hamısı o tərəfdədir. Karsuya doğru irəliləmək mümkün olmuşdur, lakin aşağı tərəf dəniz kənarı bataqlıqdır. Napolyon olsaydı Avstriyalıları vadidə əzərdi. O heç vaxt onlarla dağlarda vuruşmazdı. O onlara aşağı enməyə imkan verər və onları Verona yaxınlığında əzərdi. Lakin qərb cəbhəsində hələ heç kəs əzə bilməyib. Bəlkə indi müharibələr qələbə ilə qurtarmır, bəlkə də bu müharibələr ümumiyyətlə qurtarmır. Bəlkə də bu 100 illik müharibədir. Mən qəzeti yerinə qoydum və klubdan çıxdım. Mən pillələrə ehtiyatla endim və Mia Manzoni ilə getdim. Grand Otelinin qarşısında faytondan düşən qoca Meyersi və onun arvadını gördüm. Arvadı parlaq qara ipək geymiş, iri döşlü qadın idi. O isə balaca və qoca idi, çalbığları vardı. Yastı ayaqlı olduğundan əl ağacına söykənərək gəzirdi. Necəsiz? Səhətiniz necədir? Qadın əlini mənə uzatdı. Meyers, salam, dedi. Hə, cıdır necədir? Qadın, gözəldir, dedi. Lap əntiqə, mən 3 dəfə utdum. Bəs işləriniz necədir? Mən Meyersdən soruşdum. Pis deyil, mən bir dəfə utdum. Mən heç vaxt bilmirəm ki, onun işi necə gedir. Mrs. Meyers söylədi. O mənə heç vaxt demir. Mənim işlərim yaxşıdır, Meyers dedi. O səmimi olmağa çalışırdı. Siz də vaxt tapıb cıdıra gəlin. O danışanda elə təsəvvür yaranırdı ki, o sizə baxmır. Ya da sizi bir başqasına oxşadır. Mütləq, dedim. Mrs. Meyers, sizə baş çəkmək üçün hospitala gələcəyəm, dedi. Oğlanlarım üçün bəzi şeylərim var. Axı sizin hamınız mənim oğlumsuz. Sizin hamınız mənim sevimli oğlumsuz. Sizin gəlişinizə orada çox sevinəcəklər. Çox mehriban oğlandır. Siz mənim oğlanlarımdan birisiz. Mən getməliyəm, dedim. Mənim bütün əziz oğullarıma məndən salam getirin. Mən onlar üçün çoxlu dadlı şeylər gətirəcəyəm. Mən yaxşı marsala və peçeniya saxlamışam. Xudahafiz, dedim. Sizin gəlişinizə hamı çox şad olacaq. Xudahafiz, Meyers dedi. Qaleriyaya gəlin. Siz mənim stolumu tanıyırsınız. Biz hər gün orada oluruq. Mən küçə ilə yoluma davam etdim. Kovada Ketrin üçün bir şey almaq istəyirdim. Kovaya girib bir qutu şokolad aldım və satıcı qadın onu bükənə qədər mən barın piştaxtasına yanaşdım. Orada 2 ingilis və bir neçə təyyarəçi oturmuşdu. Mən martin içdim. Heç dəsə danışmayaraq pulunu verdim. Qənnadı piştaxtasından öz şokolad qutumu aldım və hospitala getdim. La Scala'ya gedən küçədəki balaca barın qabağında bir neçə tanışa, konsul müavininə, müğənnilik öyrənən 2 gəncə və İtalyan ordusunda qulluq edən San Francisco'dan olan İtalyan Ettore Meretti'yə rast gəldim. Onlarla içmək üçün içəri girdim. Müğənnilərdən birinin adı Ralph Simmons idi və o Enrico Del Credo adı ilə çıxış edirdi. Onun müğənniliyi barədə təsəvvürüm yox idi, amma o həmişə böyük hadisələr gözləyən adam təsir bağışlayırdı. O tosqun idi. Burnunun və ağzının ətrafındakı dəri qabıq verirdi. Elə bir lap sökəm olmuşdu. O elə indicə Payçensdən çıxış edib qayıtmışdı. O Toskada oxumuşdu və hər şey çox gözəl olmuşdu. Axı siz məni heç vaxt eşitməmisiniz, dedi. Burada nə vaxt oxuyacaqsınız? Payızda La Scala'da çıxış edəcəyəm. Məcz gəlirəm ki, onun başına skamya yağdıracaqlar. Ettore söylədi. Modenada onun başına necə skamya yağdıracaqlarını eşitməmisiniz?
Boş sözdür. Onun başına skam yağdırırdılar, Ettore dedi. Mən oradaydım. Mən özüm 6 skam yattım. Frioskolu zavallı makaronçu Ettore, onun İtalyanca tələffüzü pisdir dedi. Harda çıxış etsə başına skamya yağdırırlar. Bütün Şimali İtaliyada Piacenza'da olduğu qədər pis teatr yoxdur deyə tenor söylədi. İnanın mənə, lap zibili teatrdır. Bu tenorun adı Edgar Saunders idi və o Eduardo Giovanni adı ilə oxuyurdu. Ettore, həv ki mən orada olmamışam dedi. Yoxsa baxardım görüm sizin skamyalar necə yağdırırlar. Siz ki İtalyanca oxuya bilmirsiniz. O axmaqdır, Edgar Saunders söylədi. Skamya yağdırırlar, bundan ağıllı bir şey fikirləşə bilmir. Siz oxuyanda cəmaət bundan ağıllı bir şey fikirləşə bilməz, Ettore cavab verdi. Sonra siz Amerika qayıdırsınız və La Scala'da qazandığınız zəfərdən danışırsınız. Axı sizi La Scala'dan lap birinci notdan sonra qovardılar. 20-ci fəsil. Bir dəfə nahardan sonra biz Cidra yollandıq. Fergiunos və distansiya borusu partlarkən gözündən yaralanan həmin Crowley Rogers da bizimlə idi. Qızlar geyinənə kimi biz Rogersin otağındakı çarpayda oturub idman vərəqəsində sonuncu cıdırlar barədə məlumatlara və nəzərdə tutulan qaliblərin adlarına baxırdıq. Crowley'in başı tamam sarınmışdı və o cıdırla çox az maraqlanırdı. Ancaq müntəzəm olaraq idman vərəqəsi oxuyurdu və bekarçılıqdan bütün atları izləyirdi. O deyirdi ki, atların hamısı axmaq şeydir, amma burada yaxşıları yoxdur. Qoca Meyers onu sevirdi və ona məsləhətlər verirdi. Meyers həmişə udsa da məsləhət verməyi sevmirdi. Çünki bu uduşu azaldırdı. Cıdırda çoxlu fırıldaqçılıq olurdu. Dünyanın bütün cıdır meydanlarından qovulmuş rokellər İtaliyada işləyirdilər. Meyersin məsləhətləri həmişə yaxşı olurdu, ancaq mən ondan soruşmağı xoşlamırdım, çünki bəzən o heç cavab vermirdi. Cavab verəndə də hiss olunurdu ki, o bunu ürəkdən eləmir. Fəqət hansı səbəbə görə isə bizi başa salmağı özünə borc bilirdi. Başqalarına nisbətən Crowley ilə daha həvəslə öyrədirdi. Crowley'in gözləri zədələnmişdi, bir gözünün zədəsi ciddi idi və Meyersin gözlərində də nəsə bir qüsur vardı. Buna görə də o Crowley sevirdi. Meyers heç vaxt arvadına deməzdi ki, hansı atı nişanlayıb. Buna görə də arvadı ya udar ya da uduzardı. Çox və uduzardı, həmişə də naqqalıq edərdi. Biz dördümüz açıq faytonda San Siro'ya getdik. Gözəl bir gün idi və biz parkın içindən keçdik. Sonra tramvay yolu ilə boyunca getdik və nəhayət şəhərdən kənara çıxdıq. Burada yol lap toz idi. Yolun kənarları boyunca dəmir məhəccərli villalar və baxımsız iri bağlar, arxalar ləklərini toz basmış bostanlar uzanıb gedirdi. Uzaqdakı düzəndə fermer evləri və süni suvarma kanalları olan geniş yaşıl sahələr görünürdü. Şimalda isə dağlar ucalırdı. Cıdır meydanına doğru yol ilə çox fayton gedirdi və darvazada dayanan adam bizi biletsiz buraxdı. Çünki biz hərbi formada idik. Biz faytondan düşüb proqram aldıq. Dairəvi meydana keçib hamar və bərk cığır ilə tribunaya doğru getdik. Taxta tribunalar köhnə idi. Tribunaların aşağısında kassalar vardı. Digər kassalar isə tövlələrin yanında idi. Hasarın yanında əskərlər vurnuxurdular. Tribunaların yanında çoxlu adam var idi. Mehdərlər böyük tribunanın arxasında ağacların altında atları yola salırdılar. Biz tanışlara rast gəldik. Fergiunos ilə Catherine üçün stullar tapdıq və atlara tamaşa etməyə başladıq. Atlar başını aşağı salıb cilovdan tutan mehdərlərin ardınca qatar ilə dövrə vururdu. Atlardan bir qara idi, bənövşəyə rəngi çalırdı və buna görə də Crowley and içdi ki, atı rəngləyiblər. Biz yaxşı-yaxşı baxdıq və bu qərara gəldik ki, o haqlıdır. Bu atı yəhərləmə siqnalı verəndən bir dəqiqə qabaq meydana çıxardılar. Biz onu mehdərin qolundakı nömrəyə əsasən proqramda axtardıq və orada onun adı belə yazılmışdı. Qara axta at. Adı yapalaq idi. Əvvəlcə bu vaxta qədər mən 1000 liradan artıq priz almayan atlar çapacaqdı. Catherine möhkəm əmin idi ki, atın rəngi süni surətdə dəyişdirilmişdir. Fergiunos dedi ki, o buna əmin deyil. Bu iş mənə də şübhəli görünürdü. Biz hamımız qət etdik ki, oynamaq üçün bu atı seçək və 100 lira qoyduq. Hesab vərəqəsinə yazılmışdı ki, onun üçün 35 qat pul veriləcək. Crowley bilet almağa getdi. Biz isə dayanıb jokeylərin ağacların altında daha bir dövrə vurmasına və sonra cığıra çıxaraq asta-asta çapıb döngəyə start yerinə yönəlməsinə baxdıq. Atların çapmasına tamaşa etmək üçün tribunaya qalxdıq. Bu vaxt San Siro'da rezin lent yox idi və start verən bütün atları bir sıraya düzdü. Uzaqdakı ensiz yolda atlar lap balaca görünürdü. Sonra o öz uzun qırmancı ilə start verdi. Atlar yanımızdan keçdi. Qara at qabaqda çapırdı və döngədə o biri atların hamısını çox arxada qoydu. Mən durbin ilə atların arxadakı yol ilə necə çapdıqlarına baxırdım və görürdüm ki, jokey var. Qüvvəsi ilə atın başını saxlamaq istəyir, lakin saxlaya bilmir. Onlar döngədən qabaq yola çıxanda
Qara at o birilərdən 15 korpus irəli gedirdi. Dirəyə keçərək yarım dövrə vurdu. Ketrin, ah nə gözəldir dedi. Biz 3000 liradan çox alacağıq, lap gözəl atdır. Ümid edirəm ki, pul alana kimi rəngi getməz. Crowell dedi. Yox, doğrudan da gözəl atdır. Ketrin söylədi. Görəsən Mr. Meyers onu nişanlayıbmı? Utdunuz, deyərək Meyersi səslədim. O başı ilə təsdiq etdi. Mən isə yox, Mrs. Meyers cavab verdi. Bəs siz necə uşaqlar? Hansı at oynayırdınız? Yapalağı. Yox canım, ona 35 verirlər. Bizə rəngi xoş gəldi. Mənə isə yox, o mənə çox zavallı görün. Deyirdilər ki, onu oynamağa dəyməz. Meyers, uduş az veriləcək dedi. Hesaba görə 35 olmalıdır dedim. Meyers, uduş az veriləcək dedi. Onu axırıncı dəqiqədə oynadılar. Kim? Kempton öz uşaqları ilə. Görərsiniz, əgər 2 qat versələr yenə yaxşıdır. Ketrin, deməli biz 3000 lira almayacağıq dedi. Belə cıdır xoşuma gəlmir, laf fırıldaqçılıqdır. Biz 200 lira alacağıq. Mənasız şeydir, bu cür nəyimizə gərəkdir? Mən elə bilirdim ki 3000 lira alacağıq. Fergunos fırıldaqçılıq və rəzillikdir dedi. Doğrudan da burada fırıldaqçılıq olsaydı biz heç onu oynamazdıq, Ketrin söylədi. Amma 3000 lira alacağımız mənim xoşuma gəlirdi. Crowell, gedək aşağı bir şey içək və öyrənək görək nə qədər olacaq, dedi. Biz aşağı endik, qaliblərin nömrələri asılan lövhəyə yanaşdıq və bu vaxt uduş vermək üçün siqnal eşidildi. Yapalağın qabağından 18.50 asıldı. Bu o deməkdir ki, uduş 2 dəfədən də az veriləcək. Biz böyük tribunanın altındakı bara endik və adama bir stəkan sodalı viski içdik. Orada 2 tanış İtalyanı və konsul müavini Mark Adams'a rast gəldik və onların hamısı bizimlə birlikdə yuxarı getdi. İtalyanlar özlərini çox nəzakətlə aparırdılar. Mark Adams Ketrinlə söhbət saldı. Biz isə oynamaq üçün aşağı getdik. Mr. Meyers kassalardan birinin qarşısında durmuşdu. Soruşun ondan görün hansını nişanlayır. Mən Crowell'ə söylədim. Hansı ilə oynarsınız Mr. Meyers? Crowell soruşdu. Meyers proqramını çıxartdı və karandaşı ilə 5-ci nömrəni göstərdi. Biz də onu oynasaq etiraz etməzsiniz ki, Crowell soruşdu. Eybi yoxdur, eybi yoxdur. Amma arvadıma deməyin ki, bunu sizə mən məsləhət görmüşəm. Gəlin bir şey içək dedim. Yox, sağ olun, mən heç vaxt içmirəm. Biz 5-ci nömrəyə 100 lira adi və 100 lira 2 qat qoyduq və daha bir stəkan sodalı viski içdik. Mənim keyfim çox kök idi və biz daha 2 tanış İtalyanı ilə içdik. Onların hər biri ilə içdik və sonra yuxarı qayıtdıq. Bu İtalyanlar da çox nəzakətli idilər və nəzakətlə əvvəl rast gəldiyimiz İtalyanlardan geri qalmırdılar. Onların nəzakəti üzündən heç kəs yerində otura bilmirdi. Mən bukletləri Ketrinə verdim. Hansı addır? Bilmirəm, bunu Mr. Meyers seçib. Heç onun adını da bilmirsiniz? Yox, proqrama baxmaq olar. Gərək ki 5-ci nömrədir. O, sizin sadəlövlüyünüz çox təsirlidir, dedi. 5-ci nömrə udmuşdu, amma uduş lap cüzi idi. Mr. Meyers əsəbləşdi. 20 lira almaqdan ötürü 200 qoymaq lazımdır, dedi. Onun üçün 12 lira, zəhmətinə dəyməz. Mənim arvadım 20 lira utdu. Ketrin, mən sizinlə aşağı gedirəm, dedi. İtalyanların hamısı qalxdı. Biz aşağı düşüb tribunanın yanına getdik. Bura xoşunuza gəlirmi? Ketrin soruşdu. Hə, pis deyil. Ümumiyyətlə bura maraqlı yerdir, dedi. Fəqət bilirsən əzizim, bu qədər tanış olanda xoşum gəlmir. O qədər də çox deyirlər. Doğrudur, amma bu Meyerslər, bu da arvadı da, qızları ilə gələn o bank məmuru, o mənim çeklərimin pulunu verir, dedim. Hə, o olmasın, başqa birisi verəcəkdi. Ancaq axırdakı o 4 İtalyan lap dəhşətdir. Burada qalıb növbəti at çapışına baxmaq olar. Bax, bu gözəl olar. Bilirsən əzizim, gəl elə bir atı oynayaq ki, onu biz heç tanımırıq və onu Mr. Myers oynamır. Gəl. Biz gözlərin işığı adı atı seçdik və o 5 atın arasında 4-cü gəldi. Biz məhəccərə söykənib nadlarını taqqıldadaraq yanımızdan çapan atlara baxırdıq. Uzaqlarda dağları, ağacların və tarlaların arxasından Milanı görürdük. Ketrin, mən özümü burada neysə daha təmiz hiss edirəm, dedi. Tərləyən və üstlərindən buğ qalxan atlar darvazadan qaydırdı. Jokeylər atdan enmək üçün ağaclara yaxınlaşa onları sakitləşdirirdiler. Gəl bir şey içək, ancaq burada içək ki, atları görə bilək. Bu saat gətirərəm, dedim. Oğlan gətirər, Ketrin dedi. O əlini qaldırdı və tövlənin yanındakı pagoda barında işləyən oğlan qaçıb gəldi. Biz dairəvi balaca dəmir stolun arxasında oturduq. Biz tək qalanda yaxşı olur, eləmi? Elədir, dedim. Bütün o adamlar bizimlə olanda mən özümü yaman yalqız hiss edirəm. Bura çox yaxşıdır, dedim. Hə, cıdır meydanı gözəldir. Pis deyil.
Qoyma sənin keyfin pozum, əzizim. Sən istəyən kimi biz yuxarı qayıdarıq. Yox dedim, biz burada qalıb içəcəyik. Sonra isə su dolu xəndəyin kənarında maneələr olan yerdə duracağıq. Sən mənimlə çox mehriban dolanırsan, qız dedi. Biz ikimiz bir yerdə qalandan sonra o biri adamları yenidən görmək bizə xoş idi. Biz günümüzü gözəl başa vurduq. 21-ci fəsil. Sentyabrda ilk soyuq gecələr başladı, sonra gündüzlər də soyuq keçirdi. Parkdakı ağacların yarpaqları saralırdı və biz başa düşdük ki, yay keçdi. Cəhbədə işlər çox pis gedirdi. San Gabrieli hələ də almaq mümkün olmamışdı. Banizitsa yaylasında döyüş getmirdi. Ayın ortasında isə San Gabriel yaxınlığındakı döyüşlər dayandı. Beləliklə onu almaq mümkün olmadı. Ettore cəbhəyə getdi. Atları Romaya apardılar və daha cıdır olmurdu. Crowell də Romaya getdi. Oradan Amerikaya qat keçməli idi. Şəhərdə müharibə əleyhinə 2 dəfə ixtişaş oldu və Turində də ciddi qarşılıqlıq əmələ gəldi. Bir İngilis mayoru klubda mənə dedi ki, İtalyanlar Banizitsa yaylasında və San Gabriel yaxınlığında 150 min adam itirmişdilər. O dedi ki, bundan başqa onlar Karsoda 40 min adam itirmişdilər. Biz içdik və o da söhbətə başladı. O dedi ki, bu il daha vuruşma olmayacaq və İtalyanlar uda biləcəklərindən artıq dişləyib qoparmışdılar. O dedi ki, Flandriyada hücum pis nəticə verdi. Əgər gələcəkdə də adamları bu payızdaşı kimi kifayət qədər qorumasalar, onda bir ildən sonra müttəfiqlərin nəfəsi kəsiləcək. O dedi ki, nəfəsimiz çoxdan kəsilib. Amma nə qədər özümüz bunu bilməyirik, bunun eybi yoxdur. Hamımızın nəfəsi kəsilib. Elə bütün oyun da burasındadır ki, bunu boynumuza almayaq. O, ölkə ki, nəfəsinin kəsildiyini axırda biləcək, müharibəni o udacaqdır. Biz yenə də içdik. Mən qərargahdan deyiləm ki. Yox, bəs o, bəli. Hamısı boş şeydir. Biz ikimiz klubun böyük meşin divarlarından birinə yayılıb oturmuşduq. Onun uzunboğaz çəkmələri parıldamayan rəngli dəridən idi və yaxşıca silinmişdi, bahalı çəkmələr idi. O dedi ki, hamısı boş şeydir. Hamısının beynində bircə fikir dolaşır. Diviziyalar və əlavə qoşun hissələri. Diviziyalardan ötürü didişirlər, alan kimi isə tələf edirlər. Hamının nəfəsi kəsilib. Qələbə həmişə almanların tərəfində olur. Bax, əgər bunlara deyərlər. Qoca Hun, bax, əsl əsgər odur. Onların da nəfəsi kəsilib. Bizim hamımızın nəfəsi kəsilib. Mən ruslar barədə soruşdum. O dedi ki, onların da nəfəsi çoxdan kəsilib. Mən tezliklə özüm də görəcəyəm ki, onların nəfəsi kəsilib. Avstriyalıların da nəfəsi kəsilib. Bax, əgər onlar bir neçə diviziya bun alsalar, onda öhdəsindən gələrdilər. O necə bilir, bu payız onlar hücuma keçəcəklərmi? Əlbəttə, İtalyanların nəfəsi kəsilib. Hamı bilir ki, onların nəfəsi kəsilib. Qoca Hun Trentino'dan keçəcək ki, Vivenza yanında dəmir yolu xəttini kəsəcək. Bununla da bizim İtalyanların işi bitəcək. Dedim ki, Avstriyalılar bunu 16-da təşəbbüs etmişlər, fəqət almanlarsız. Dedim ki, doğrudur. O dedi ki, onlar bu işə çətin ki, əl atsalar. Bu çox asandır. Onlar daha mürəkkəb bir şey düşünə bilərlər və bununla lap nəfəsləri kəsilər. Mən dedim ki, vaxtıdır. Hospitala qayıtmalıyam. Xudafiz dedi. Sonra şən bir halda əlavə etdi. Hər cür müvəffəqiyyət. Onun mühakimələrindəki pesimizm şən xasiyyətlə kəskin təzad yaradırdı. Mən bərbərxanaya getdim. Üzümü qırxdırdım. Sonra isə hospitala getdim. Mənim ayağım bu vaxt artıq o qədər yaxşılaşmışdı ki, bundan artıq yaxşılaşacağını gözləmək olmazdı. 3 gün əvvəl mən müayinə eləmişdim. Ospedela Maguire gedib müalicə kursunu bitirmək üçün bir necə prosedurum qalmışdı və mən döngə ilə gedərək axsamamağa çalışırdım. Talvarın altına bir qoca siluetlər kəsirdi. Mən dayanıb baxdım. Onun qarşısında 2 qız dayanmışdı. Qoca başını yana əyərək onlara baxa-baxa və qayğı ilə sürətlə işləyək də onların birlikdə siluetini kəsirdi. Qızlar gülüşürdülər. O, siluetləri onlara vermək üçün ağ kağızın üstünə yapışdırmamışdan mənə göstərdi. Hə, yaxşıdır, dedi. Sizə lazım deyil ki, tenente. Qızlar öz siluetlərinə baxaraq gülə-gülə uzaqlaşdılar. İkisi də qəşəng idi. Onlardan biri hospitalın qarşısındakı qəlyanaltı xanada işləyirdi. Yaxşı olar, dedim. Ancaq kepinizi çıxarın. Yox, kepi də. Bu cür pis olar, dedi. Amma deyərək onun eyni açıldı. Bu cür daha cəsur görünərsiniz. O qarşısında qara kağız kəsdi. Sonra vərəqin hər iki parçasını ayırdı. 2 profili kartonun üstünə yapışdırdı və mənə verdi. Nə qədər eləyir? Heç, o əlini yerlədi. Mən sizin üçün elə-belə eləmişəm. Xahiş edirəm, mən bir neçə mis pul çıxartdım. Mənim üçün xoş olar. Yox, mən bunları öz xoşuma düzəltmişəm. Bunları öz qızınıza bağışlarsınız. Çox sağ olun və xudafiz. Tezliklə görüşənə qədər. Mən hospitala qayıtdım.
Dəftərxanada mənə çatacaq məktublar vardı. Biri rəsmi idi və bir neçə başqası da var idi. Səhhətimin yaxşılaşması üçün mənə 3 həftəlik məzuniyyət verilirdi. Bundan sonra cəbhəyə qayıtmalı idim. Mən bunu diqqətlə oxudum. Hə, elədir ki, var. Məzuniyyət oktyabrın 4-dən müalicə kursunu bitirəndən sonra hesab olunurdu. 3 həftədə 21 gün var. Bu da oktyabrın 25-nə qədər edir. Dedim ki, biraz da gəzim. Şam etmək üçün oturub məktublara və Corriere della Sera'ya baxmaq üçün hospitaldan bir neçə ev o yanda restorana getdim. Məktubun biri babamdan idi. Orada ali yenilikləri, vətənpərvərlik nəsihətləri, 200 dollarlıq çek və bir neçə qəzet kəsiyi vardı. Sonra bizim keşişin ürək üzən məktubu, şən kampaniyaya düşən və bundan bəhs edən tanış təyyarəçinin məktubu, o fransız aviasiyasına xidmət edirdi. Bir də Rinaldi'dən aldığım məktub, o soruşurdu ki, hələ Milanda çox qalmaq fikrindəyəm və ümumiyyətlə təzə nə var? O xahiş edirdi ki, göndərdiyi siyahı üzrə onun üçün qramofon valları gətirim. Mən axşam yeməyinə bir şüşə Chianti sifariş verdim. Sonra konyak ilə qəhvə içdim, qəzeti oxuyub qurtardım. Bütün məktubları cibimə qoydum. Qəzeti baxış pulu ilə birlikdə stolun üstünə qoyub çıxdım. Hospitaldakı otağımda formanı çıxartdım. Pijama xalı xalat geyib balkon qapısının pərdəsini saldım. Yatağımda yarı uzanmış halda Mrs. Myersin öz oğlanlarına gətirdiyi Boston qəzetləri oxumağa başladım. Chicago White Sox komandası Amerika cəmiyyətinin prizini almışdı. Milli cəmiyyətdə isə irəlidə New York Giants komandası gedirdi. Babe Ruth indi Boston komandasında oynayırdı. Qəzetlər dağıtırıcı idi, yeniliklər iyrənc, yerli, məhdud xarakter daşıyırdı. Cəbhə xəbərləri köhnəlmişdi. Amerika yeniliklərində elə ancaq təlim düşərgələri barədə danışılırdı. Sevindim ki, təlim düşərgəsində deyiləm. İdman xəbərlərindən başqa heç bir şey oxuya bilmirdim. Bunları da lap maraqsız oxuyurdum. Bir dəfə çox qəzet oxuyanda maraqlı oxumaq mümkün olmur. Qəzetlər çox təzə olmasa da mən yenə onları oxuyurdum. Fikirləşirdim ki, görəsən Amerikaya həqiqətən müharibə başlarsa idman ittifaqları bağlanarmı? Gərək ki, yox. Müharibənin qızğın çağı olsa da Milanda əvvəlki kimi cıdır davam edir. Fransada artıq cıdır olmur. Bizim yapalağı oradan götürmüşdülər. Ketrinin növbəsi ancaq saat 9-dan başlayırdı. O növbəyə gələndə dəhlizdə onun ayaq səslərini eşitdim və bir dəfə onu açıq qapıdan gördüm. O bir neçə palataya baş çəkdi və nəhayət mənim palatıma gəldi. Mən bugün gec gəldim əzizim, dedi. İş çoxdur. Hə, necəsən? Mən ona qəzetlərdən və məzuniyyətlərimdən danışdım. Çox gözəl, dedi. Bəs hara getmək fikrindəsən? Heç yerə, burada qalmaq fikrindəyəm. Çox ağılsız işdir. Sən yaxşı bir yer seç, mən də səninlə gedərəm. Bəs bunu necə edərsən? Bilmirəm, bir təhər. Qiyamətsən. Heç də yox, heç bir şey itirməyəndə öz işini düzəltmək o qədər də çətin deyil. Bununla nə demək istərsən? Heç bir şey. Mən ancaq onu fikirləşirdim ki, güc yetməyən hesab olunan maneələr indi çox cüzi görünür. Məncə bunu düzəltmək çox çətin olacaq. Heç də yox, əzizim. Çətin ayaqda hər şey atıb gedərəm, amma iş bu yerə çatmaz. Bəs hara gedək? Fərqi yoxdur, hara istəsən. Heç kəs tanımadığımız yerə. Hara olsa sənin üçün fərqi yoxdur. Hə, gedək. O nə isə həyəcanlı və dalğın idi. Nə olub, Ketrin? Heç bir şey. Heç bir şey olmayıb. Doğru deyil. Doğrudur, heç bir şey. Mən bilirəm ki, doğru deyil. Söylə, əzizim. Sən mənə deyə bilərsən. Heç bir şey olmayıb. Söylə. İstəmirəm. Mən qorxuram ki, bu səni kədərləndirsin və təşvişə salsın. Yox canım. Əminsən, bu məni kədərləndirmir. Amma qorxuram ki, səni kədərləndirsin. Madam ki, səni kədərləndirmir, deməli məni də kədərləndirməz. Mən demək istəmirəm. De. Vacibdir. Hə. Mənim uşağım olacaq, əzizim. Az qala 3 aylıqdır. Amma sən kədərlənməyəcəksən, eləmi? Lazım deyil, kədərlənmə. Kədərlənmərəm. Doğrudan kədərlənməyəcəksən? Əlbəttə. Mən hər şey elədim. Hər şey sınadım, amma heç nə kömək eləmədi. Mən heç kədərlənmək fikrində deyiləm. Belə oldu, neyləyim? Mən də kədərlənmədim, əzizim. Sən də kədərlənmə və təşviş eləmə. Mən ancaq səndən ötürü təşviş edirəm. Bax, elə mən bunu istəmirəm. Hamının uşağı olur. Başqalarının həmişə uşağı olur. Tamamilə təbii şeydir. Qiyamətsən. Heç də yox, amma sən bu haqda fikirləşmə, əzizim. Mən çalışaram səni narahat etməyim. Mən bilirəm ki, indi səni narahat elədim. Axı mən indiyə kimi özümü yaxşı saxlamışam. Elə deyilmi? Sənin heç ağlına da gəlmirdi? Yox. Gələcəkdə belə olacaq. Sən heç kədərlənməməlisən. Mən görürdüm ki, kədərlənmirsən. Bəsdir. Deyirəm, bəsdir. Bir şey içmək istəyirsən, əzizim. Mən bilirəm, içən kimi keyfin qalxacaq. Yox, onsuz da keyfim yaxşıdır. Sən isə qiyamətsən. Heç də yox, amma mən hər şey düzəldəcəyəm və biz bir yerdə olacaq. Sən ancaq getməyimiz üçün yer seç. Oktyabr yəqin ki, gözəl olacaq. Biz vaxtımızı gözəl keçirəcək, əzizim. Sən cəbhədə olanda isə hər gün sənə yazacağam. Bəs sən harada olacaqsan?
Mən elə bilmirəm, ancaq mütləq ən gözəl bir yerdə mən hər şey düzəldəcəyəm. Biz sakitləşdik və daha danışmadıq. Ketrin yataqda oturmuşdu və mən ona baxırdım. Ancaq biz bir-birimizə toxunmurduq. Hər birimiz öz aləmimizdə idik. Sanki otağa kənar bir adam girir və birdən hamı özünü yığışdıraraq susur. O əlini uzatdı və mənim əlimin üstünə qoydu. Əsəbləşmirsən ki, əzizim? Söylə. Yox. Və səndə elə bir duyğu yoxdur ki, güya tələyə düşmüsən? Biraz var deyilsin, amma sənə görə deyil. Heç ağlıma da gətirmirəm ki, mənə görə olsun. Ağılsız şeylər danışma. Mən ümumiyyətlə tələni deyirəm. Fiziologiya həmişə tələdir. O tərpənməsə də, əlini məndən çəkməsə də birdən məndən çox uzaqlaşdı. Həmişə pis sözdür. Bağışla. Yaxşı, eybi yoxdur. Amma sən başa düşürsən ki, mənim heç vaxt uşağım olmayıb və mən heç vaxt heç kəs sevməmişəm. Özü də çalışmışam ki, sən istəyən kimi olum. Bu tərəfdən də birdən deyirsən ki, həmişə. Onda gəl dilimi kəsim, təklif etdim. Əzizim, o uzaqdan yanıma qayıtdı. Fikir vermə, biz yenə birlikdə olduq və həyəcan keçdi. Axı biz doğrudan da səninlə vahidik və boş şeydən ötürü mübahisəyə dəyməz. Lazımlı deyil. Bəzən olur, adamlar bir-birini sevirlər və boş-boş şeydən ötürü mübahisə edirlər. Sonra bir daha vahid olmurlar. Biz küsüşməyəcəyik. Gərək də deyil. Çünki biz ikimiz səninlə mən bütün dünyaya qarşıyıq. Əgər aramıza bir şey girsə, biz məhv olarıq. Onlar bizi ələ keçirərlər. Onların əli bizə çatmaz dedim. Çünki sən çox cəsursan. Cəsurların başına bəla gəlmir. Fərqi yoxdur, cəsurlar da ölürlər. Fəqət təkcə bir dəfə. Eləmi? Bunu kim deyib? Qorxaq 1000 dəfə ölür, cəsur isə ancaq bir dəfə. Elədir. Bunu kim deyib? Bilmirəm. Yəqin ki, özü də qorxaq olub dedi. Onun qorxaqlardan yaxşı başa çıxırmış, amma cəsurlardan heç bir şey bilmirmiş. Əgər cəsur ağıllıdırsa, bəlkə 2000 dəfə ölür. Amma o bundan söz açmır. Bilmirəm, cəsurun ürəyini bilmək çətindir. Bəli, onun gücü də bundadır. Sən başa düşən adam kimi danışırsan. Sən haqlısan əzizim, bu dəfə sən haqlısan. Sən özün ən cəsur adamsan. Yox, dedi, fəqət istərdim ki, cəsur olum. Mən heç cəsur deyiləm, dedim. Mən öz qiymətimi bilirəm. Bunu bilmək üçün kifayət qədər vaxtım olub. Mən lap beyzbolçu kimiyəm. Mövsümdə 22 dəfə vurur və başa düşür ki, bunun artıq vurmağa qabil deyil. Mövsümdə 22 dəfə vurur, nə deməkdir? Bu çox təmtəraqlı səslənir. Heç də təmtəraqlı deyil. Burada söhbət beyzbol komandasının lap adi hücumçusundan gedir. Hər halda hücumçudur, deyə o məni qızışdırdı. Deyəsən biz bir-birimizi inandıra bilməyəcək, dedim. Amma sən cəsursan. Yox, ancaq ümid edirəm ki, bir vaxt cəsur olacağam. Biz hər ikimiz cəsuruq, dedim. İçən kimi mən lap cəsur oluram, Ketrin. Biz gözəl adamlarıq, dedi. O şkafa yanaşıb konyak və stəkan götürdü. İç, əzizim, dedi. Bunu sənə yaxşı rəftarın üçün verirəm. Axı mən istəmirəm. İç, iç. Hə, yaxşı. Mən stəkanın 1/3 qədər konyak töküb içdim. O, mən bilirəm ki, konyak qəhrəmanların içkisidir, dedi. Ancaq aludə olmaq lazım deyil. Müharibədən sonra biz harda yaşayacağıq? Ehtimal ki, əlillər evində, o dedi. 3 il mən çox sadə löv olmuşam və ümid etmişəm ki, müharibə Milad bayramına kimi qurtaracaq. İndi isə ümid edirəm ki, müharibə oğlumuz leytinat olanda qurtaracaq. Bəlkə o lap general oldu. Əgər bu 100 illik müharibədirsə, o general ola bilər. Sən içmək istəmirsən? Yox. Sən konyakdan həmişə şənlənirsən. Mənim isə başım hərlənir. Sən heç vaxt konyak içməmsən? Yox, əzizim, mən lap dəbdən düşmüş arvadam. Mən əlimi uzadıb butulkanı götürdüm və özümə yenə konyak tökdüm. Ketrin, gedib sənin həmvətənlərinə baş çəkmə lazımdır, dedi. Bəlkə sən hələlik qəzet oxuyasan. Sən mütləq getməlisən. Əgər bu saatda olmasa, bir qədər sonra. Yaxşısı budur, indi get. Tez qayıdacağam. Mən də qəzetləri oxuyub qurtararam, dedim.